Hər vaxtınız xeyir olsun əziz və dəyərli izləyicilərimiz. May ayının sonuncu həftəsinin ilk gününə sizləri salamlayırıq. 26 may tarixini yaşayırıq və hər zaman olduğu kimi saatlarımız 10:00 göstərirsə bu deməkdir ki, xoş sabahın vaxtıdır. Səhərlərin ən maarifləndirici səlahiyyəsi olan Xoş Sabah mən Gülnar Səhliyarlının təqdimatında bugün də sizlərin qarşısındayıq. Proqramımız hər zaman olduğu kimi canlı yayımlanır və verilişimizin daimi izləyicilərindən də istəyi üzərinə proqramımızın ayrılmaz hissəsi olan mətbəx bölməsinə keçmək istəyirəm. İlk olaraq, hansı ki orada biz hər zaman gördüyümüz bir məkanın nümayəndəsi var ki, Söhbət Suşi Azərbaycanın dəyərli suşi şefi Hikmət Əzimovdan gedir. Xoş gəlmişsiniz. Necəsiz? Çox sağ olun, yaxşı olasınız. Siz necəsiz? Yeni şəftəniz uğurlu olsun. Çox sağ olun, sizlə bahəm, belə deyim. Xoş gördük sizləri bir daha. Çoxdan da gəlmirdik, çağırmırdınız. Çağırmırdınız. Yox, biz çağırırdıq. Bizim başımız qarışıb yeni filial açmağa, onun üzərində işləməyə. Hardadır filial? Ağşəhər filial. Xeyirli uğurlu olsun. Ay, nə zamanda gözəl. Yaşılada 2 ünvanında yerləşir. Tez bir zamanda siz və komandanızı gözləyirik orada. Ümidimiz yayadır. Yeni menyumuz artıq hazırlanır. Premium menyu üzərində işləmişik, o da hazır. Yəni siz çağırmadığınız müddətdə biz artıq özümüzü dayanmırıq, biz işləyirik, bəli. Əla, əla. Ümumiyyətlə, Suşi Azərbaycan bilənlər bilir ki, suşi sahəsində Azərbaycanda ilklərdəndir. İlk və ümumiyyətlə keyfiyyətinə görə, işlərinə görə, potensialına görə hər zaman seçilənlərdəndir ki, o təməl sütunları olur da, bütün restoranların təməl sütunları onların şefləri olur ki, bizim də Suşi Azərbaycan dəyərli restoranın, bu dostlarımızın, məkanının peşəkar təməli Hikmət ustamızdır. Özüm buradayam. Bəndəniz Hikmət. Xoş gəlmişsiniz təkrar. Bugün nə hazırlayacaq izləyicilərim üçün? Yeni menyudan bəzi yeməklər hazırlayacaq. Tuna balığı ilə, salmon balığı ilə və yenə həmişə kimi suşilərimiz olacaq, salatımız olacaq. Bu yenilikləri hardan, yəni dünya mətbəxindən mi götürürsünüz, yoxsa? Bir, deyim, öz yorumumuzu da qatırıq. Dünya mətbəxindən də bəzi şeylər. Təbii ki, o məsələn qatqıları demirsiniz. Bəli, bunlar hamısı özümüzə aid olan soslardır. soslardır. Burada soslarımız var. Və bəzi ingredientlər var ki, onları birləşdirib bir təyyarlar hazırlayırıq. Məncə çatdırılmalar indi daha az olar. Çatdırma, bəli. İndi hamısı ki, gəldim restoranda. Gəlsin, görsün, yesin. Benim göz önündə. Həm də ki, təzən özüm qablaşdıranda gedim Suşi Azərbaycana orada mənə xidmət göstərsin. Bəli, Hikmət şef onlara xidmət göstərsin. Bəli, siz və sizin komandanızda sözsüz ki, bizim hal-hazırda neçə filialımız olduğunda İki filialımız var. Tiblis prospektdə var. Bəli, Tiblis prospektdə var. Tiblis prospekt 69B ünvanında yerləşir. Nərmov filialı var. Heydərəyev prospekti 83A ünvanında yerləşir. Ağşəhər filialı da üçüncü filialımız və təzə filialımız açılmaq üzrədir. Bir 10 günə qalıb. O da Yaşılada 2 ünvanında yerləşir Ağşəhərdə. Xeyirli uğurlu olsun. Çox sağ olun, inşallah gözlük hissası. Çox təşəkkür edirəm. Əslində bu suşilərə tələbat illər öncəkindən də qat-qat çoxdur hal-hazırda. Bir də bir söz soruşum, elə izləyicilərimizin də istəyi üzərinə soruşum. Uşaqlara yemək hər hansı bir problem olurmu? Yəni uşaqlara qazanır? Düzgün, təmiz, dedim, seçsinlər, seçimləri düzgün obyekt seçsinlər. Təyyarların hamısı məsələn xiyardır, avokadodur, digər bu düyüdür. İndi sizin sağlam qidalar. Hamısı sağlam qidalardır da, yəni. Aldıqları yeri tam yaxşı tanısınlar. Onların məsələn təmizliyinə əmin olsunlar, belə də olsunlar. Bəli. Əla. Bugün biz bir çox mövzulardan danışacağıq. Sizin də suallarınız olarsa mütləq ünvanlaya bilərsiniz qonaqlarımıza. Sizin bax geyim dizaynlarınızı kim seçir? Özüm. Yox, restoranın geyim dizaynını. Hə, restoran. Şəxsini boş ver, nə işdən danışırsan? İşdə məsələn mətbəxə aid olan hissəni mən seçirəm. Belə deyim, süfrətçilər, belə deyim, süfrətçilərə hazır olanları olan menecerlər seçir. Hər pozisiyanın öz rəngləri, uyumları var. Bir də bir söz soruşum, orta məktəbdə riyaziyyatdan neçə alırdınız? Çox da güclü olmamışam riyaziyyatdan. Çox da güclü olmamışam. 3-4 olar hər halda. Yayda hər hansı bir xarici səyahətiniz planlaşdırılırmı? Bəli. Hara geyəcəksiniz? Türkiyə istəyir. Tez olmayıb sizin uşağınız, hara gedirsiniz? Olsun da dünyanı görsün də indi. Hə, onunla gedirsiniz, burnunuzdan gətirirsiniz. İlk evladınızda, həvəslisiniz, hə. İnşallah bir dənə gedin, gəzin, görəcəksiniz ki, necə insan burnundan, valideynlər necə burnundan gətirir o uşaqlar. Bizim istirahətimizi. Reallıqdır, qardaş, ikisi də bizdə evdə var. Allah bütün balları qorusun, zarafat bir yana, amma peşəkar komandaya olunan səyahətlərdə uşaqlar da düşünülür. Danışacağıq bu önəmli məqamlarla bağlı. İşiniz avand olsun. Bizim dəyərli
videoqrafımız. Bax, görürsünüz, necə də darıxmışdı sizin üçün. Bizim kanalın baş degustatörü darıxmışdı. Balığın iyisini bilən kimi Hikmət şef gəlib bura. Eynən, görürsünüz. Maşallah, maşallah. Gedişatda bizim dəyərli rejissorumuz Şəlalə xanım, onun peşəkar komandası göstərəcək gedişatı. Mən sizi keçirəm qonaq otağına. Sağ olun, yorumlayın. Təşəkkür edirəm. Mənim səsim hələ də düzəlməyib, dostlar. İzləyicilərimizdən çox üzr istəyərəkdən. Özüm belə gəldimi? Murad, buranı da göstər, görün nə gözəl görünür. Geyim dizaynları, görürsünüz Murada deyənə qədər artıq Nicat hamısını göstərdi. Çox gözəldir. Orada Azərbaycanın bayrağının üzərində əks etdirən geyimlər var. Təbii ki, bunların hər biri bir incə sənətdir, sözün əsl mənasında gözəl məqamlardır. Hansı ki, siz də dəyərli izləyicilərimiz artıq günlərdir anonslardan gördüyünüz üzrə geyim dizayneri və pedaqoq dəyərli Nigar xanım Əzimova studiyamızın özəl qonağıdır. Xoş gəlmişsiniz Nigar xanım. Xoş gördük. Sabahınız xeyir olsun və onun gözəllər gözəli, istedadlı tələbəsi, şagirdi Gülsənəm xanım Məmmədzadə. Xoş gəlmişsiniz. Sabahınız xeyir, gününüz uğurlu olsun. Bayaq riyaziyyatdan danışdım. Çoxları üçün çox çətin, amma mənim üçün çox zövqlü bir fənn olan, bütün fənlərin açarı olan riyaziyyat müəllimimiz Əbülfəz Salmanlı. Xoş gəlmişsiniz. Xoş gördük. Gününüz gözəl olsun. Sağ olun. Və elə Travel'dan danışmışkən, Gənc Turun, həmin o Gənc Tur şirkətinin əməkdaşı, tur menecerlərimiz Nigar xanım Quliyeva xoş gəlmişsiniz. Zülfiyə xanım Zamanzadə xoş gəlmişsiniz. Gününüz gözəl olsun. Necəsiniz? Təşəkkürlər, təşəkkürlər. Elə başlayaq riyaziyyatdan da, hə? Riyaziyyata niyə elmlərin açarı deyirlər? Çünki riyaziyyat ümumiyyətlə bir fənn olmağından dolayı həm də həyatın bir meyarıdır. Demək olar ki, gündəlik həyatımızda hər kəs düşünürəm ki, baza səviyyəsində riyaziyyatı bilməlidir. Məsələn, biz marketə gedirik, alış-veriş edirik. Orada ümumi olaraq hesablamalar da riyaziyyatın bir baza elementidir. Həmçinin riyaziyyat həyatın digər sahələrində, xüsusilə mühəndislik sahəsi, texnologiya, tibb və s. sahələrdə öz sözünü deyir. Burada artıq istər-istəməz riyaziyyatla peşəkar məşğul olmaq lazımdır. Lakin düşünürəm ki, hər bir insan riyaziyyatı baza səviyyəsində bilməlidir. Digər bir tərəfdən də riyaziyyatla məşğul olan bir şəxsin istər-istəməz analitik düşüncəsi hər daim inkişaf edir. Bu da istər-istəməz problemlərin həllində daha düzgün və kritik variantların seçilməsinin həll yolunu asanlaşdırır. Bir riyaziyyat müəllimi olaraq bu sushi narazı necədir? Bəs bax, mətbəxdən gəlirəm. Mütləq şəkildə hər daim gedirəm. Hardasa həftədə bir dəfə, 2 dəfə olaraq müəyyən dərəcədə imkan daxilində dostlarla gedib dadına baxıram, bəyənirəm. Nə gözəl. Biz sizin dəyərli xanımlar, Zülfiyə xanım sizin, bizim dəyərli Nigar xanım sizin, bəs aranız necədir? Ümumiyyətlə səfərlərlə bağlı da danışacağıq. Mətbəx narazı heç yaxşı olun, oxşamırsınız. Bir etiraf edeyim sizə. Xırda-murdasınız da, arıqsınız. Ona görə deyirəm. Necəsiz xanımlar? Gününüz gözəl olsun. Çox sağ olun, sizdən. Sizin də gününüz uğurlu olsun, yeni həftəniz xeyirli olsun. Ümumiyyətlə, suşini çox sevirəm mən. Narmanov filialının səfirlənməmisi olmuşam. Bəyənirəm mən də. Daha çox şeydir, suşilər bəyənirəm. Bu şəkildə. Başqa sən də edirsən. Bizim qızlar deyir ki, ancaq mənə Travel'dan sual ver, ancaq mənə tur şirkətindən sual ver. Mən qeyri-suallar vermə, amma bu əl işlərinin mən deyərdim ki, yaradıcısı, dəyərli Nigar xanımı haradan istəsək suallarımızı bugün ünvanlandıracağıq. Çünki illərin təcrübəli, dəyərli pedaqoqudur. Nigar xanım, siz də xoş gəlmişsiniz. Gününüz gözəl olsun. Zamanınızdan ayırıb gəldiyiniz üçün hər birinizə çox dərin təşəkkür edirəm. Siz bax, səhər oyanmaqla məncə sizin aranız çox gözəldir. Müəllimlərin hamısının səhər oyanmaqla arası çox yaxşı olurdu hər zaman. Bəli, mütəmadi olaraq rejimi normada saxlayırıq. Bəs qidalanmaqla arası necədir? Sağlam qidalanmaq. Sağlam, aynı gözəl. Sağlam qidalanma, sağlam təbliğat və sizin yanınızda gözəl bir şagirdiniz gəlib, Gülsənəm xanım. Gülsənəmin neçə yaşı var? 15 yaşım var. 15 yaşın var. Gülsənəm, necə oldu marağın yarandı bu sahəyə? Belə təxmini 6-7 yaşımdan öz oyuncaqlarımın üzərində müxtəlif parçalardan, plastilinlərdən geyimlər düzəldirdim. Belə valideynlərim də gördülər ki, bu sahəyə marağım var, məni daha da yönləndirdilər və dəstək oldular. Nə gözəl. Əslində çox gözəl bir faktdır həqiqətən ki, valideynlərin ümumiyyətlə uşaqların o istedadlarına dəstək olması və onları öz sahələrində formalaşdırılması. Neçə yaşına etibarən uşaqlar gələ bilər sizin mərkəzə? Adətən mərkəzimizə, bizim sahəmizə 10 yaşından yuxarı
uşaqları dəvət edirik. Çünki o yaşdan yuxarı uşaqlar artıq bizim keçdiyimiz dərsləri, formaları, proporsiyaları daha yaxşı dərk edib qavraya bilirlər. Nigar xanım, çalışdığınız bu illər ərzində pedaqoji fəaliyyətinizi kifayət qədər çoxsaylı insanlar, böyük bir auditoriya tanıyır, amma tanımayanlar da ola bilər. Ona görə istəyəcəm ilk olaraq özünüzlə bağlı, fəaliyyətinizlə bağlı həm bizləri, həm izləyiciləri daha da yaxından məlumatlandırasınız. Mən Əzimova Nigar, ali təhsilli rəssam modeliyərəm. Ali təhsilimi bitirdikdən sonra 20 ildən çoxdur ki, 5 nömrəli Bakı şəhəri 5 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzində pedaqoji fəaliyyətimi davam edirəm. Burada uşaqlara eskiz, model dizayn dərsini tədris edirəm və onların yaradıcı potensiallarını üzə çıxarmaqdan çalışıram. Direktorumuz Elza xanım Orucovanın rəhbərliyi ilə yaradıcılıqla məşğul olan uşaqların mərkəzimiz onlar üçün əsl ilham mərkəzinə çevrilmişdir. Onlar burada bilik və bacarıqlarını artırmaqla yanaşı, həm də asudə vaxtlarını da səmərəli keçirə bilirlər. Mən də bu komandanın bir üzvü olaraq bu sahəni gənc nəsillərə öyrətməyə və yol göstərməyə çalışıram. Ümumiyyətlə, bu sahədə şagirdlərlə işləmək necə bir təcrübədir? Çətindirmi, asandırmı? Ümumiyyətlə, onlarda istedad yoxsa daha çox marağın olması vacibdir? Mənim üçün şagirdlərlə işləmək təkcə dərs keçmək deyil, həm də bir-birimizi kəşf etmə prosesidir. Uşaqlarda doğuşdan gələn istedad olur. Maraq və sevgi bu istedadı inkişaf etdirmək üçün ən əsas amildir. Bəzən də olur ki, heç bir istedad göstəricisi olmayan bir şagird sadəcə maraq göstərərək möcüzələr yarada bilir. Valideynlərin təpkisi ilə, valideynlərin istəyi ilə yönləndirən şagirdlər də olur ki, bu sahədən az anlayışı olurlar, amma dərslərə mütəmadi qatılaraq bu sahəni sevməyə və dərslərə davamlı gəlməyə çalışırlar. Əks göstərici də ola bilir, o zaman valideynlə əlaqə saxlayıb övladını başqa bir sahəyə yönləndirməyi məsləhət görürük. Ümumiyyətlə, bu eskiz çəkməyi öyrənmək, bu sadəcə texniki bir bacarıqdır, yoxsa onların, yəni həmin uşaqların və yaxud da gənclərin, yeniyetmələrin içindəki müəyyən bu incə estetik potensialdır ortaya çıxır? Eskiz çəkmək təkcə xətlərin oyunu deyil, o insanın daxili aləminin kağız üzərində görünən formasıdır. Texniki bacarıq təməl olsa da, əsas insanın daxili aləm estetik duyğularıdır, daxili aləmidir, müşahidə etmə qabiliyyətidir. Yəni bunlar olmadan heç bir texnika tamaşaçıya təsir edə bilməz. Bəs bu müasir dəbdə müəyyən trendlər var da, hansı ki, trend dayanmadan inkişaf edir və dəyişir, mütəmadi yeniliklərlə əvəzlənir ki, bu trendlərin eskiz dərslərinə təsiri necə olur? Şagirdlər müasir dəblə maraqlanırlar, öz aralarında bu haqda müzakirələr də edirlər, amma çalışırlar ki, fərqlilik də yaratsınlar. Əsas onlarda yəni fərqlilik öz istəklərini, öz fantaziyalarını təsvir etməyə çalışırlar və yaradıcı olmalıdırlar əsasən. Gülsənən bayaq dedi ki, səhv eləmirəmsə, 5-6 yaşından artıq bu sahəyə marağı yarandı. Neçə müddətdir bəs bizim dəyərli Nigar xanımın şagirdisən, tələbəsən? Artıq 2 ildir ki, 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Modelyer Dizayn Studiyasında Nigar xanım Əzimovanın tələbəsiyəm. Aynı güzel. Bəs gələcək planların arasında nə var? Gələcək planlarımda ən əsası bu sahəm üzrə uğur əldə etməkdir. Fəxriyə Xəlifova kimi, Gülnarə Xəyalova kimi yüksəlib bir tanınmış modelyer olmaqdır. İnşallah, inşallah, niyə də olmasın. Bəs paraleldə orta məktəb dərslərin necə gedir? Məktəb dərslərim də qaydasındadır və bu sənətimlə birlikdə hər iki planda uğurlu yola etməyə çalışıram. Riyaziyyatdan necədir bəs qiymətlərin? Riyaziyyatın aran necə? Neçə sinifdəsən artıq? 8. 8, hə, nə gözəl. Necədir bəs riyaziyyatla? 9-da baş verir riyaziyyat, trigonometriya falan, hə, çətin. Əsasən 9-10-cu sinifdə riyaziyyat daha çox çətinləşməyə başlayır. 8 hara bu harasıdır? Hə, necədir dərslərin qiymətlər? Belə pis deyil, amma yaxşıdır deyil orta. Həvəsin ancaq bu incə sənətədir. Bəli. Nə gözəl, ümumiyyətlə istənilən halda mən elə düşünürəm ki, bizim dəyərli pedaqoqlarımız da burada mənim bəlkə də fikrimi təsdiqləyirsiniz və yaxud da hər hansı bir əlavə fikirləriniz olarsa buyura bilərsiniz, söz sizindir. Mən düşünürəm, hər kəs riyaziyyatçı olacaq deyə bir şey yoxdur. Hər kəsdə incəsənət ruhlu olmur. Düzdürmü Nigar xanım? Hər kəsin içində yatan müəyyən bu xüsusi istedadlar var.
hərənin o içindəki istedada uyğun olaraq da gərək ki, valideynlər daha diqqətli olaq. Valideynlər daha diqqətli olsunlar və uşaqlarındakı həmin istedadları ortaya çıxarda bilsinlər. Və riyaziyyat yeganə elmlərdəndir ki, mən özüm universiteti əyani tədris etdiyim, tədris aldığım daha doğrusu dönəmdə, universitetdə oxuduğum dönəmdə 4 il ərzində qonşumuzun uşaqlarına riyaziyyatdan pedaqoji repetitorluq eləyirdim. Nə gözəl. Hə, repetitorluq eləyirdim. Çünki həqiqətən də riyaziyyat fənni mənim ümumiyyətlə orta məktəbdə sevdiyim yeganə demək olar ki, fənn olub. Bu da hər zaman etiraf elədiyim mövzulardandır ki, riyaziyyat müəlliməmizi o qədər çox sevirdim və mən düşünürəm ki, burada tədris metodikasında müəllimin özündən də çox şey asılıdır. Yəni sizdən də çox şey asılıdır. Mən düşünürəm ki, sizin tələbələrinizin, sizin şagirdlərinizin uğurlu olmağının sirri sizin onlarla qurduğunuz o emosional bağdan da asılıdır. Siz o qədər gözəl emosional bağ qurursunuz. Məncə sizin özünüzün xüsusi bir metodikalarınız da vardı o dərsləri öyrətməkdə. Sir deyilsə o metodikaları da istəyəcəm bölüşəsiniz bizlə. Aha, əlbəttə. Ümumiyyətlə, uşağın fənni qavramasında istər riyaziyyat olsun, istər digər elmlər, burada müəllimin birbaşa rolu vardır. Müəllim-şagird münasibəti nə qədər sıx, nə qədər bağlı münasibət olarsa, bir o zamanda nəticə daha yüksələr, daha da istər-istəməz irəli nəticələr əldə edə bilərik. Ümumiyyətlə, mənim özümə məxsus müəyyən dərs metodlarım vardır. Bunlara misal olaraq, mən heç vaxt deməmişəm ki, filan qayda kitabının 10 səhifəsini əzbərləyib gələrsən dərsə, mən səndən soruşacağam. Bu, mexaniki düşünmə tələb edən bir fəndir. Əzbərçiliklə heç vaxt heç bir nəticə əldə etmək olmayacaq. Özü də zəncirvari radikal mexanizmin özündə əks elətdirən bir fəndir. Yəni, deməyim odur ki, ilkin bölmələri nə qədər yaxşı bilərsənsə, sonda daha o qədər yüksək nəticə əldə edə bilərsən. Yəni, ilk bölmələrdə olan zəiflik, nəticədə sənin gələcəkdə ümumi bütün bölmələrdən zəiflik, o da ümumi riyaziyyatdan zəiflik, nəticədə də bir o qədər də imtahanda müvəffəqiyyət göstəricinin daha aşağı olacaq. Ümumi özümə məxsus metodlardan da bir onu deyə bilərəm ki, özümün şəxsi olaraq hazırladığım bir test bazam vardır ki, ümumi olaraq bu bütün tədris planını əhatə edir. İndi sözsüz, Dövlət İmtahan Mərkəzinin çıxardığı test vəsaitləri vardır ki, bizə təklif edir ki, buradan hazırlaş və bu civarda düşəcək imtahana. Amma istər-istəməz mənim tam başdan axıra doğru həm buraxılış imtahana düşə biləcək potensial suallar, həm də blok imtahana düşə biləcək potensial sualları uşaqlara işlədirəm. Onlar da rahat imtahanda 80% göstəricini asanlıqla keçirlər, tanış suallar olduğuna görə. Aynı gözəl. Bax, sizi digər sahələr, digər fənlərin içində riyaziyyat sahəsinə, riyaziyyat müəllimliyinə istiqamətləndirən, sövq eləyən, həvəsləndirən nə oldu? Deməli, uşaq yaşlarımdan riyaziyyata marağım hədsiz çox idi. Bu, ilk öncə uşaq yaşlarımdan, 6-7 yaşımdan daha çox belə çətin vurmalar, çətin bölmə əməliyyatları aparırdım. Həmişə müəllimlərim deyirdi ki, ibtidai sinifdə oxumağına baxmayaraq, sən 2-3 yaş digər sinifdəki uşaqlardan daha öncülsən. Nəticədə yavaş-yavaş həm müəllimlərimin ruhu, müəllimlərimin rolu burada böyük oldu, bəli, motivasiyası. Həmçinin də özümdə olan müəyyən istedadı gördüm və sonra gördüm ki, niyə də bunu uşaqlarla bölüşməyim, daha da böyük kütlənin həyatında kiçik də olsa töhfə vermək məni xoşbəxt edir. Sizə görə kiçik, amma onlar üçün çox böyük töhfələrdir həqiqətən. Sizə görə bəs müəllimliyin, pedaqoji fəaliyyətin, hələ repetitorluğun ən çətin tərəfi hansılardır? Repetitorluq birbaşa məsuliyyət tələb eləyir. Onun çətin tərəfi ondan ibarətdir ki, bir mövzu, eyni bir mövzu, amma müxtəlif təfəkkürə malik olan uşaqlar. Onların hər birinə bu mövzunu elə metodlarla öyrətmək lazımdır ki, heç birində bir problem yaşanmasın. Bildiyimiz kimi uşaqların hər birinin qavraması o qədər də mükəmməl deyil. Qavraması o qədər də mükəmməl olmadığından zəif, güclü, orta səviyyəli uşaqlar olur və hərəsinin öyrənməsi biraz zaman ala bilər, bəzisi tez öyrənər, bəzisi gec. Repetitorluğun ən çətin tərəfi onlara uyğun olan ümumi bir vahid metodun tapılmasıdır. Ən çətin yönü. Bir sual da vermək istəyirəm. Bayaq çox gözəl vurğuladınız ki, məsələn, bəzi hallarda düşünə bilər insanlar ki, məsələn, mən kimyanı niyə öyrənim? Kimi mənim hansısa həyatımın dönəmində nə ehtiyac olacaq düşünən insanlar var, amma heç də elə deyil. Hər fənnin həyatımızda müəyyən bir rolu var. Həyatda hər bir şey öyrənmək gərəklidir. İllah da nə zamansa qarşımıza çıxacaq. Mən buna hər zaman inanmışam. Amma riyaziyyat elə bir fəndir ki, həyatımızda səhər gözümüzü açandan, gecə gözümüzü qapadana qədər, hətta elə yuxudaykən də ehtiyac olacaq bir fəndir. Amma çox insan riyaziyyat fənnini qorxulu, belə çox çətin, çox qəliz bir elm kimi algılayır. Bunun səbəbi sizcə nədir? Niyə insanlar bu qədər xoflanır riyaziyyat deyiləndə? Bunun səbəbi əsasən bir-iki faktordan ibarətdir. Birinci faktor ondan ibarətdir ki, uşaqlarda bazı bilikləri düzgün qoyulmur. Uşaqlar var, 8-ci, 9-cu siniflərə gəlirlər, vurmanı hesablaya bilmirlər, bölməni hesablaya bilmirlər. Bu qədər zəif bir uşağın
riyaziyyatdan istər-istəməz daim problemi yaranacaqdır. Artıq bu gecikilmiş şagird hesab olunur. Düzdür, motivasiyası və disiplini sayəsində qarşıdakı siniflərdə müəyyən səviyyələrə gəlib çata bilər, lakin bu da istər-istəməz uşağın nə qədər məsuliyyətli və potensialı olmağından asılı olacaq. Birinci, bazanın zəif olmasıdır. İkinci, uşaqlara deməyim budur ki, bu humanitar bir fənn deyil, bu əzbərçiliklə öyrənəsi bir şey deyil. Bunun üçün mexaniki düşünmə qabiliyyətin olmalıdır. Sən testləri əzbərləməməlisən. Yəni, bir metodla minlərlə misal həll edə bilərsən. Sən metod öyrənməlisən, misalları yox. Hər cür müxtəlif misallar qarşıva çıxa bilər və sən problemi analiz eləməyə bacarmalısan. Ona görə maksimum dərəcədə əzbərlikdən qaçınmaq lazımdır. Bir də dediyim kimi qorxmadan məsuliyyətli və disiplinli olmaq. Bugün bilmədiyim bir misal, gələcəkdə yaza bilmədiyim yüzlərlə misala gətirib çıxaracaq. Ona görə bugün sən bunu bilmirsənsə, elə bugün öyrən, sabaha saxlama. Riyaziyyat mən düşünürəm ki, yeganə elmlərdəndir ki, zəncirvari elmdir. Yəni əgər 6-cı sinifi bilməsən, 8-ci sinifi bilə bilməzsən. Mən elə düşünürəm. Yəni mənim təcrübəm bunu göstərir. Bəli, tamamilə doğrudur. Yəni heç kim gəlib olur ya, məsələn bəzi hallarda gəlir uşaq deyir ki, valideyn daha doğrusu gəlir deyir ki, mənim övladım 10-cu sinifdə oxuyur. Sən hər şeyi ona sıfırdan yox, bu indi 9-10 izah elə bəs eləyir. Elə deyil də. Yəni gərək ki 9-cu sinifdə oxuyursa, qayıdaq ta 5-ci, 4-cü sinifə oradan sadədən mürəkkəbə doğru izah eləyə qalxaq. Çünki zəncirvaridir. Müxtəsər vurma düsturlarını bilməsən, burada trigonometriyanın içində elə bir düstur ola bilər ki, onun aidiyyatı olsun və yaxud da onu açmasan bilə bilməyirsən hansıdır, nədir, necədir. Ona görə bir mənalı, amma həqiqətən də müəllimdən və dərs metodikasından çox şey asılıdır. Ona görə də dəyərli valideynlər yüz ölçüm, bir biçin, rahatlıqla. Siz də təkcə onlayn da fəaliyyət göstərirsiniz, belə də yoxsa necə? Həm əyani, həm də onlayn qruplarım vardır. İndi əyani olaraq biraz yaşadığım əraziyə ətraf zonalarda Lökbatan ərazisinə yaxın. Bu istər-istəməz bəzi insanlar üçün yol problemi ola bilər. Həm də biraz əyani qruplarıma o qədər də çox götürmədiyim olur. Lökbatanda görün nə qədər insanlar var, o şanslı Lökbatan xalqı ki, sizin dəyərli Əbülfəz müəllim kimi müəlliminiz var. Gedin, təhsil alın, gələcəyinizə yatırım eləyin və uşaqlarınızı düzgün sahədə istiqamətləndirin. Yayda sizin də yəqin məzuniyyətiniz olacaqdır, hə? Yayda hardasa iyul ayını özüm üçün planlamışam ki, istirahət günüm olsun. Nə planlayırsınız? Əsasən yenilikçi olaraq biraz da öz metodlarımda inkişaf, biraz da özümə məxsus olan test bazamı genişləndirməkdən ibarətdir fikrim. İstirahət eləməyəcəksiniz? İndi istirahət etməmək lazımdır ki, yayda uşaqların nəticəsi daha yüksək olsun, o daha çox istirahət sayılır. O uşaqların nəticəsi çıxandan sonra? Yayda, hə, demək olar istirahət edəcəm, onu düşünürəm. Səhv bir aylıq sadəcə, ondan sonra yenə... Planlaşdırmamız, hara gedəcəksiniz, necə Hələ ki, yox. Əsasən son vaxtlarda planlayıram, belə öncədən o qədər də çox ciddi vaxt olmadığına görə, vaxt məhdudiyyəti olduğundan dolayı, axır bir həftə qalmış, bir 10 gün qalmış, bir düşünüb ümumi bir analiz edərək bir qərar verəcəm. İnşallah, inşallah. Əgər nəsə bir çətinlik çəksəz bu turlarla bağlı, travel'la bağlı bizim gənc tur sizə kömək eləyəcək, sevə-sevə. Bu arada bizim dəyərli xanımlar, Nigar xanım, Zülfiyə xanım, istəyəcəm sizdən soruşaq. Gənc tur turizm şirkətinin əsas fəaliyyəti ilə bağlı həm bizi, həm xalqımızı məlumatlandırmanızı rica eləyəcəm. Əvvəla salam, xoş oldu. Dəvətiniz üçün çox təşəkkür edirəm. Deməli, biz Gənc Tur şirkəti olaraq, turizm şirkəti olaraq gənc komandamızla səyahət sevənlərə unudulmaz və yadda qalan səyahəti təmin edirik. Bizim fəaliyyət istiqamətimiz bir çox xidmətlər üzrədir, hansı ki biz istər müxtəlif istiqamətlər üzrə sərfəli aviabiletlər olsun, tur paketlər olsun, otel və aviabilet bronu olsun, viza dəstəyi olsun. Yəni istənilən xidmət bizdə mövcuddur. Eyni zamanda korporativ turların təşkili də mövcuddur həmçinin. Bizə görə, yəni biz ümumi turistlərimizə, səyahət sevənlərə hər birinə fərdi yanaşırıq. Çünki hər bir turistin fərdi istəkləri olur, fərdi gözləntiləri olur. Bizim əsas məqsədimiz həmin gözləntiləri, tələbatı aşkara çıxarmaqdır. Hansı ki, bu da bizim hər bir turistə dinamik yanaşmamızdan irəli gəlir. Və Sizin ümumiyyətlə hal-hazırda daha çox tələbat olan turlarınız hansılardır? Tələbat olan turlar qeyd etdiyim kimi, yəni turistlərə görə dəyişir, amma əsasən hal-hazırda, yəni yay ərəfəsində daha çox Türkiyə, Dubay, Montenegro, Balkan əraziləri və eyni zamanda Avropa istiqamətindən daha çoxdur. Deyərdim ki, Avropa istiqamətindən həddən artıq çoxdur. Xüsusilə də İtaliya, Budapeşt, Vena və Praqanı bura misal çəkmək olar. Əslində, bax, bizim sahədə, pedaqoji sahədə əksər sahələr yay mövsümünü daha çox istirahət edə bilirlər də, bir neçə həftəlik. Bu yay mövsümləri ilə bağlı, yay mövsümündəki turlarınızla bağlı nə kimi paketləriniz mövcuddur?
Yay istiqamətinə Montenegro ilə çox maraqlanırlar. Montenegro hal-hazırda 603 avrodan başlayır. Qeyd etmək istəyərdik ki, Montenegrodur, Türkiyədir, Dubaydır. Bu istiqamətlər üzrə hal-hazırda bizdə erkən rezervasiya mövcuddur. Yəni bizi izləyən tamaşaçılar varsa, əgər səyahət etmək istəyirlərsə, erkən rezervasiya üçün hələ gec deyil. Çünki erkən rezervasiyanın bir çox üstünlükləri var. İstərdim ki, o haqqda da əməkdaşımız Zülfiyə xanım danışsın. Aha, Zülfiyə xanım, ümumiyyətlə turlarınızdakı hansı xidmətlər var? Hansı xidmətlər daxildir? Ümumiyyətlə deməli xarici getmə üzrə meneceririk biz və xarici turlar təşkil edirik, hansı ki Avropa istiqamətidir, ümumiyyətlə Türkiyənin kurort bölgələrinə daha çox üstünlük təşkil edir, hansı ki onlar pasiv istirahət adlanır. Əslində ora pasiv gedənlər aktiv istirahət edə bilərlər. Məsəl üçün Quşadasıdır, Marmarisdir, Fəthiyədir, Bodrumda, Antalya bu istiqamətlər. Daha çox gedənlər 7 gecə 8 günlük istirahət üstünlük təşkil edirlər. Bundan əlavə indi əslində Misir biraz isti olur yay ərəfələrə. Sadəcə qeyd etdiyiniz kimi insanlar yay mövsümündə istirahətə çıxa bildikləri üçün Şarm el-Şeyxdə istiqamətini seçirlər. İndigar xanım da qeyd etdiyi kimi ilk erkən rezervasiyaya müraciət edə bilirlər və ilkin 30% ödəniş etməklə deməli rezervasiyanı təsdiqləyirlər. Qalan ödənişdəki deməli səyahət etməzdən 14 gün əvvəldə tamamlaya bilirlər məbləği. Aydındır. Danışacağıq. Əslində bizim tur şirkətimizlə bağlı, travel şirkətimiz, turizm şirkətimizlə bağlı danışacağıq, amma həmin o səyahətdən qaydanda evinizi təmiz görmək istəyirsinizsə, evinizə almalı gərəkdiyiniz, almalı olduğunuz bir məhsul var ki, bu da evinizin ayrılmaz bir hissəsi olan ev təmizlik robotu olan Ritello haqqında sizlərə məlumat vermək istəyirəm, dəyərli izləyəcəyimiz. Alman mühəndisliyi dəqiqlə dizayn edilmiş və evinizin nəfəs almasını təmin edən tibbi məhsul sertifikatı, tibbi məhsul statusu daşıyan bir məhsuldur ki, güclü sorumlu texnologiyaları vasitəsilə ən dərində olan kirləri, tozları, allergenləri, hətta ev heyvanlarınızın tüklərini belə suya həbs eləyəcək. Artıq siz o göydə tutuşan tozcuqları görməyəcəksiniz, toza qarşı allergiyanız olmayacaq. Hətta asması, bronxial asma, yanaşı olaraq da ürək problemləri, tənəffüs yolları xəstəlikləri, dəri-zöhrə xəstəlikləri olan insanlar üçün əvəzsiz bir məhsuldur. Və yanaşı olaraq qeyd eləmək istəyirəm ki, bir zəng vasitəsilə bizim peşəkar komandamız sizin evlərinizə gələrək məhsullarımızı sizə təqdim eləyəcək. Qeyd eləmək istəyirəm ki, 055-299-8000 nömrəsinə əlaqə saxlayaraq bizim satışlarımızla bağlı məlumatlar əldə edə bilərsiniz ki, satış şöbələrimiz tək paytaxtda deyil, eyni zamanda bölgələrimizdə, regionlarımızda belə sizlərin xidmətinizdəyik. Fasiləmizdə tanıtım çarxımızı izləyək, çayımızı, qəhvəmizi təzələyək. Qayıtdıqdan dərhal sonra dəyərli sənətçi dostumuz Məbud bəyin ifası ilə qaldığımız yerdən davam edəcək. Odur ki, izləmədə qalın. Mavi gözünde ulduzlar yanar, birce bakışı günü oyadar. Gel bakışınla bahar qaytar, kuşlar qayıtsın, qoy qatar qatar. Qulağa sözümə sir açım mən sənə. Baxdın sən özümə, od qoydun gözümə, qaynayıb daşmadım mən. Baxdın sən üzümə, mat qaldım özümə, nə üçün çaşmadım mən. Gözəlliyinə əsirin olur, kim baxsa sənə. Sən baxmasaydın əvvəlcə mənə, mən dönəcəkdim sənin kölgənə. Qulağa sözümə sir açım mən sənə. Sən özümə,
çaşmadım mən. Çaşmadım mən, nə üçün çaşmadım mən, nə üçün çaşmadım mən. Çox dərin təşəkkür edirik. Məbud bəy, xoş gəlmisiniz. Sağ olun, çox sağ olun. Sabahınız xeyirli olsun. Sənəti ilə, səsi ilə, xarakteri ilə, bir səhnə duruşu ilə hər birimizin hər zaman könlündə ən gözəl yerlərdə olan sənətçi dostumuz, sevilən ifaçı Məbud Əhmədovun gözəl ifası ilə qayıtdıq o neçənci illərə? Bu müəllifə qeyd edeyim. Polad Bülbüloğlu'nun bəstəsi olan bu gözəl mahnını istədim. Sabah sizlər üçün səsləndirim. Mavi Xəzərə həsr Mavi gözündə, bəli. Sabahınız xeyirli olsun. Efir vasitəsilə bizi izləyən çox dəyərli izləyiciləri salamlayıram, qonaqlarımızı salamlayıram. Çox sağ olun dəvətiniz üçün. Çox xoşdur. MTV sizin üçün çox darıxmışdı. Xahiş edirəm, bu qədər bizi darıxdırmayın. İzləyiciləriniz sizin üçün çox darıxmışdı. MTV-də olan izləyiciləriniz İnşallah tez-tez gəlin. Əyləşmənizi rica eləyəcəm. Çünki çox suallarım olacaq. Elə Məbud bəy buradaykən bizim hər zaman efrimizdə iştirak edən dəyərli, istər xalq artistlərimiz, istər əməkdar artistlərimiz, istər incəsənət sahəsində kifayət qədər sözünü demiş insanlar, dəyərli xanımlar, bəylər və ya sənətçi dostlarımız, gənc istedadlar hər zaman bacardığımız qədər onların, belə deyək də, tanınmayan tərəflərini tanımağa və sizlərə tanıtmağa çalışırıq. Mənə maraqlıdır ki, bəs Məbud bəy orta məktəbi necə oxuyub? Necə oxuyub? Orta məktəbi yaxşı oxumuşam. Səsinizə, sənətinizə heç bir rəy bildirə bilmərik. Elə onun sayəsində ancaq aşiq olaraq belə izləyə bilirik sizin səsinizi, sənətinizi. Bəs orta məktəb necə idi? Əslində tam da əla da oxumamışam, orta oxumuşam, amma daha çox məktəbin bu mədəni kütləvi tədbirlərində iştirak eləmişəm və əsasən də ingilis dil dərsi vaxtı mən mahnı oxuyurdum. Belə deyək. Öz istedadınızla xallar qazanırdınız, hə? Müəllimələrin gözündə. Bəs bir də riyaziyyat aranız necə olur? Elə onu deyəcəkdim ki, yaralı yerimdir riyaziyyat. Riyaziyyat yaxşı olur və aranız. Bir də çoxunun riyaziyyatın arası yaxşı olur. Gülsənəm, bəs sənin aran necədir riyaziyyatın? Bayaq heç riyaziyyatı belə keçsin, yüngül keçsin riyaziyyatı. Belə çox da sevdiyim fən deyil, riyaziyyat çətindir. Hansı fəni sevirsən məktəbdə? Ən çox belə ingilis dili. Daha çox sevdiyim dillər. Sən o xarici dil biliyinə marağın, əl işlərini gələcəkdə beynəlxalq arenaya daşımağa sövq eləyəcək inşallah, daha da uğurların bol olsun. Hansı məktəbdə təhsil alırsan? 276 tam orta məktəb. Səhər yemək yeməyib, deyəsən yemək yeməyibsə. 276 nömrəli. Mən eşitmədim, bilmirəm, biraz daha ucadan danış. 276 nömrəli tam orta məktəb. Məktəblə bağlı nə təəssüratların, nə deyə bilərsən? Artıq bitirirsən 8-ci sinifi. Belə dostlar var, şagird yoldaşlar var, sinif yoldaşları var, salamlar, sevgilər, nəyin var? Demək istəyirəm ki, əslində hərə öz iç səsini dinləsə, karyerasını tapıb qura bilər, öz gələcək professiyasını. Yəni əsas arzu elədiyi bir şey seçsələr, daha çox uğur əldə edə bilərlər. Əslində, amma bəzi hallarda uşaqlardan çox erkən yaşda soruşurlar. Məsələn, mənə çox maraqlıdır Məbud, siz körpəykən, belə uşaqkən deyim də, körpəykən, o körpəli yaxı 3-4 yaşa qədər olur, uşaqkən, məktəblikən belə soruşum. Heç təsəvvür edirsizmi siz daha yüksək arenalarda, səhnələrdə? Mən onu qeyd edeyim ki, ilk səhnə çıxışım 2003-cü ildə olub, hansı ki, Əlifbə bayramında Aşıq mahnısı oxumuşam. Aşıq Pənahın musiqisi və sözləri olduğu Ana Kürün mahnısı oxumuşam və ondan sonra musiqi... Karyeramın təməli qoyuldu, hə? Həmin vaxtdan artıq musiqi müəlliməm təklif elədi ki, valideynlərimə, bəs musiqiyə qoysaz, hardasa ilk vaxtlarda bir maraq kimi də belə deyək, amma artıq illər keçdikcə bunu daha da
professionallığa doğru irəlilədik və Azərbaycan Milli Konservatoriyasında mən təhsilimi davam etdirdim. Hansı ki 2014-2020-ci ilə qədər bakalavr və magistr təhsil pilləsində dərs almışam və hal-hazırda Əli Əmirov adlı Mədəniyyət Sarayında direktor müavini olaraq çalışıram. Ay maşallah. Burada rəhbərliyimiz Leyla xanımı salamlayıram və kollektivimizi. Bilirəm ki, çalışmağınızın yanı sıra hələ də üzərinizə çalışırsınız. Yəni hələ də istər təhsilinizlə bağlı, istər səsinizlə bağlı, istər sənətinizin o incəliklərlə bağlı, hələ də o müəyyən bir zirvəyə çatmış olsanız belə, hələ də çalışırsınız ki, daha da yaxşı olsun. Çalışırıq, yeni işlər görək, yeni mahnılar təbii ki, hər bir musiqiçi, yəni belə deyək, öz yerində saymamalıdır. Müəyyən bir işlər görməlidir ki, daim aktiv qalmaq üçün, yəni izləyicilər də, necə deyim, yeni işlərlə göstərmək lazımdır işlərini ki, cəmaat görsün, izləyicilər görsün ki, hər şey qaydasındadır. Karyera demişkən, xanımlar, istəyəcəm bax sizdən soruşum, bizim dəyərli gənc turun nümayəndələri Zülfiyə xanım, Nigar xanım, ümumiyyətlə bu sahəyə marağınız necə yarandı? Necə oldu ki, qərar verdiniz ki, bu gəliz bir o qədər də zövqlü sahədə çalışmaq istəyirsiniz? Mən özüm səyahəti sevən insanam, ümumi ünsiyyətçil insanam, xoşum gəlir yəni səyahət eləməkdən. Elə mənim həvəsim də məhz buradan başladı. Özüm həmişə uşaqlıqdan yəni bir xəyalım olub ki, dünyanı gəzim. Mənə görə yəni gəzmək, mədəniyyət kəşf eləmək, özünü inkişaf elətdirməyə bərabər bir şeydir. Çünki gəzdikcə insan həqiqətən özünü inkişaf eləyir. Mən deyərdim ki, hər bir səyahətdə insan, indi bilmirəm, burada qonaqlardan səyahət eləyənlər var yoxsa yox, amma mənə görə məncə səyahət eləyəndə insanlar daha çox özünü kəşf eləyir, nəyi istədiyini tapırlar. Nəyi sevmədiyini. Bəli. Səyahətlə aranız necədir? Sizdən də soruşum Məbud bəy. O birisi qonaqlarımız səyahət fonlarını danışdıq artıq. Əslində elə də səyahətə önəm vermirəm. Azərbaycanın gəzimi bəs eləyirəm mən. Yəni Azərbaycan bir çox rayonlarında olmuşam. Gözəl köçələrimiz var. Eləcə də ölkə xaricində olmuşam, müəyyən tədbirlərlə bağlı. Amma bu il istəyərəm Gürcüstana getmək. Artıq deyəsən, bilirəm, artıq açılır. Quru sərhədlər. Bəli, quru sərhədlər açılır. İnşallah sevə-sevə artıq birinci saatda Gürcüstanda olacaq, qonşu ölkədə. Bizim son dönəmlərdə çox tez eşitdiyimiz gəmi ilə səyahət haqqında sizcə soruşum, kruiz turları haqqında. Varmı sizdə belə bir turlar və üstünlükləri nələrdir? Hansı istiqamətdə gəmi turları daha çox təklif edirsiniz sizin müştərilərinizə, gənc tura müraciət edən insanlara? Deməli, hər büdcəyə uyğun ümumiyyətcə kruiz turlar mövcuddur. Kruiz turlar düşünürəm ki, daha çox sevilir, daha çox trend olub indiki zamanda. Bunun bir üstünlüyünü qeyd etmək istəyirəm ki, tutaq ki, səyahət edirsiniz, bir ölkədən bir ölkə, tutaq ki, Yunanistandan İtaliyaya gedirsiniz. Burada siz o yol baxımından zaman itirmirsiniz. Məsələn, yatdığınız zaman digər məsələn nöqtəyə keçmiş olursunuz. Bunu heç hiss eləmirsiniz səyahətiniz zamanı. Yəni bu şəkildə digər üstünlüyü bir ölkəni bir neçə gündə gəzməkdir deyə düşünürəm, yorucu olmur deyə düşünürəm. Bəs ümumiyyətlə qiymət siyasəti, bayaq deyirsiniz ki, hər büdcəyə uyğun turlarınız var. Qiymət siyasətiniz necədir? Yəni bu hər büdcəyə uyğun tur paketləriniz necə təşkil olunur, necə təkliflər edirsiniz ki, həm sizə də uyğun olsun, həm müştərilərinizə uyğun olsun. Bayaq Nigar xanım qeyd etdi ki, sərfəli turlar təşkil edirəm, amma mən qeyd etmək istəyirəm ki, hər büdcəyə uyğun deyəndə həm sərfəli, həm də lüks turlarımız mövcud. Lüks deyəndə nəzərdə tuturam. Bəzi turistlər olur ki, tutaq ki, deyir, bu qədər büdcəm var, atıram 5000 büdcəmiz var. Amma həm istəyirəm komfort olsun, həm də istəyirəm ki, yəni minimum büdcə ilə hər şey edə bilim də. O zaman həm məsəl üçün Avropa istiqamətində sizə bir tendensiya var da, hə? Həm istəyir ki, məsəl üçün Avropa ölkələrindən daha çox mərkəzə yaxın otellər təklif edirik müştərilərə. Eyni zamanda çalışırıq ki, büdcəyə uyğun olsun. Bunların mütləq şəkildə diqqət edirik. Bəs səyahəti tərtib eləyərkən xüsusi diqqət eləməli olduğunuz məqamlar hansılardır? Məsələn, bayaq bizim Hikmət şef dedi ki, uşaqla gedəcəyik. Uşaqlı ailələr var, körpə uşaqları olanlar və yaxud da gənc, yeni ailə quran balayına gedənlər var. Xüsusi diqqət eləməli olduğunuz məqamlar hansılardır? Məsələn, ilk öncə başlamaq istəyirəm ailəvi istirahət etmək istəyənlərdən. Ən çox üz tutanlar Türkiyənin dediyim mikros bölgələridir, hansı ki, Antalyada, Bodrum bu istiqamətlər. Bu istiqamətlərdə ümumiyyətlə Türkiyədə otellər çox geniş yayılmışdır, amma burada biz həmişə turistlərimizə məsləhət görürük ki, 5 ulduzlu lüks otellər seçsinlər. Məsələn, ailəvi otellərdən Qranada Luxury otel var ki, çox məsləhətlidir. Yəni bu şəkildə bəzi otellər var ki, orada deməli konsertlər də deməli proqrama daxil olur, ödənişsiz şəkildə istifadə edə bilirlər.
Məsələn, əgər ailəvi gedirsinizsə, uşaqlı orada akvaparklı olması önəmlidir otellərdə ki, bunlar daha çox üstünlük təşkil edir. Bir də orada məsəl üçün deməli dənizə yaxın olması, dənizə sıfır olması, dənizdən uzaqlığı bu kimi məqamlar da var. Təbii ki, bunlar da büdcəyə təsir edir. Ümumiyyətlə bu istirahəti gözəl eləməliyik ki, yeni dərs ilində, yeni tədris ilində tədris ilinə gözəl açıq zehinlə gələk, açıq zehinlə qaydaq ki, riyaziyyatda qəşəng öyrənək də, hə? Əbülfəz bəy. Əbülfəz müəllim, sizdən istəyəcəm soruşum. Bax, riyaziyyat fənninə yaxşı meyilləmək üçün, mənimsəmək üçün xüsusi olaraq istedad mı lazımdır, yoxsa o deyirlər bəzən ki, çox çalışmalısan. Burada riyaziyyatı yaxşı, mükəmməl bilmək üçün istedadın olması vacibdir, yoxsa çox çalışmaq daha çox vacibdir? Əsasən çox çalışmaq lazımdır, çünki dəfələrlə olub, gələndə zəif nəticə ilə zəif olan bir uşaq müəyyən bir müddət sonra, demirəm indi 2 ay, 3 ay, müəyyən bir müddət keçməlidir, o uşaq dirçəlməlidir. Ondan sonra artıq nəticə öz sözünü deyəcək. Mənə görə 0-dan 2 il kifayətdir riyaziyyatı tamamilə yaxşı səviyyədə öyrənmək üçün. Amma məsələn, burada əgər xüsusi istedadın varsa, bu sənin öyrənmə prosesini daha da sürətləndiriləcək. Mən heç bir şagirdimə deməmişəm heç vaxt ki, sən 100% nəticə toplayacaqsan riyaziyyatdan. Çünki 100% biraz rahatlaşır həm uşaq, həm də digər bir tərəfdən imtahan stresi var, həyəcan var, orada mexaniki səhv ola bilər. İstər-istəməz həyatı və sosial çevrəni gələcəkdə təmin edəcək bir imtahana girirsən. İstər-istəməz burada həyatı yük çoxalır, istər-istəməz özünün nəticən səbirsizliklə gözləyirsən, o qədər əziyyət çəkmirsən, hazırlığa getmirsən, üstə gəl digər bir tərəfdən valideynlərin baskısı, hanı nəticə o qədər hazırlığa qoymuşuq. Ümumiyyətlə, riyaziyyat dəqiq elmlər arasında deyərdim ki, ilklərdəndir, birincilərdəndir və orada bilənlər bilir, məncə hər kəs bilir ki, mənfinin müsbəti bir cüzi bir diqqətsizlik olsa, mənfi bir A variantıdır, müsbət bir B variantıdır. Mənfi yerə müsbət yazsa səhv cavab olacaq. Yəni o boyda bir vərəq əziyyətin boş-boşuna getmiş olacaq. Reallıq budur. Ona görə mən düşünürəm ki, müasir dünyamızda, müasir uşaqlarda olan yayğın problem olan diqqətsizlik mən düşünürəm sizin də bir müəllim olaraq yaralı yerlərinizdəndir. Bu haqqda təəssüratınızı istəyəcəm. Əsasən diqqət yayğınlığı olur. Ümumiyyətlə araşdırmalara görə alimlər düşünürlər ki, insan maksimum 20 dəqiqə dinləmə qabiliyyəti olur. 20 dəqiqədən sonra artıq istər-istəməz həmin o diqqət problemi ortaya çıxır. Əsasən də abituriyentlər yeniyetmə yaşında olan uşaqlardır və bu yaş dövründə əsasən onların diqqət problemləri yaranır. Amma onların diqqət problemi yaranmaması üçün imkan daxilində dərsdən kənar dərsə bağlı olan, onların gələcək həyatına, karyerasına töhfə verə biləcək kiçik məsləhətlərlə onların diqqətini bir cür dərsə yönətmiş oluram. Həyatın gerçəkləri ilə, hə? Bəli. Həmçinin digər bir tərəfdən də onları daha da həvəsləndirməyə çalışıram və bundan sonra həm istirahət etmiş olurlar, həm biraz real həyat haqqında təsəvvürləri formalaşır, həm də istər-istəməz daha belə həvəslə dərsə yanaşırlar. Görürlər ki, oxumaqdan başqa çarələri yoxdur, oxusunlar. Odur ki, oxusunlar. Ümumiyyətlə, repetitor dərslərinin, məktəb dərslərinin əsas fərqli özəllikləri nədən ibarətdir sizcə? Məktəb dərslərlə repetitor dərsləri arasında belə ümumi götürəndə o qədər də fərq yoxdur. Amma belə müzakirə əsnasına qoysaq 2-3 əsas fərq qabarıq şəkildə önə çıxır. Bunlardan birinci olaraq onu demək olar ki, məktəbdə 8A sinifı var məsələn, orada 30 uşaq var. O 30 uşağın bəlli məsələsidir ki, o 30 uşağın hər biri eyni səviyyədə deyil. 5 nəfər zəifdir, 10 nəfər ortadır, 5 nəfər daha yaxşıdır. Müəllimin də o qədər böyük bir vaxtı yoxdur, 45 dəqiqədir tədris, jurnal yazmaq və s. kimi məsələlər müəllim bir dəfə, 2 dəfə izah edə biləcək istər-istəməz. Onda da yaxşı oxuyan uşaq daha yaxşı mənimsəyəcək, zəif oxuyan uşaq mənimsəyə bilməyəcək. Müəllim ikinci dəfə izah eləyəcək, zəif oxuyan uşaq bəlkə yenə başa düşmədi. Ona görə artıq müəllim demək olar məktəblərdə daha çox güclü uşaqlarla işləməyi seçir, zəif uşaqlar kölgədə qalırlar. Bizim vaxtımızda yəni dərslər var idi deyə, indi bizim vaxt deyirəm, 90'ların uşaqlarda bizim dönəmimizdə, bizim məktəb dövründə onlayn tədris yox idi. Mən düşünürəm ki, onlayn tədris effekt verir. Yəni onlayn tədrislə əyani tədrisin arasında nə kimi fərqlər var? Əsasən onlayn tədris pandemiya dövründən sonra aktuallaşmağa başladı. Distant təhsil demək olar ki, daha çox insanların maraq dairəsinə səbəb oldu. Pandemiya dövründə yəni məktəblər bağlı, hər şey bağlı, bütün fəaliyyətlər artıq onlayn platformaların üzərinə daşındı. Burada Zoom, Teams kimi platformalar ön plana çıxır. Burada onlayn tədrislə əyani tədrisin arasında qalanda inandırım sizi ki, onlayn şagirdlərimin nəticəsi əyanilərdən daha yüksək gəlir. Bu ilin məsələn öz statistikalarına baxsaq. İnsanlar nədənsə düşünürlər ki, mən onlayn olaraq öyrənə bilmərəm, onlayn problemlidir. Əyani'nin bir üstün cəhəti ən böyük olaraq odur ki, uşağa individual yanaşa bilirsən. Sən ondan yəni bir auditoriyanın içərisində
tədris prosesi aparsan. Amma onlayn təhsilin üstünlüklərini saysam deyə bilərəm ki, birinci məsafəyə zaman xərcləmirsən. Evində rahat şəraitdə getdiyin bu 2 saat ərzində 1 saat gedib qayıtmağın olsun. Sən onu misallara sərf eləyə bilərsən, daha nələrsə öyrənə bilərsən, vaxt məhdudiyyətin aradan qalxar. İkinci bir tərəfdən əyani dərsdə mən onu 1 dəfə izah eləyəcəm, uzağı 2 dəfə izah eləyəcəm, o məndən 1 dəfə eşidəcək. Amma onlayn dərsin rekordu olur, o ürəyi istəyən qədər o onlayn dərsə baxa bilər. Baxa bilir. Üçüncü bir tərəfdən onlayn dərsdə belə deyərlər, əlavə dərs almaq daha asanlaşır. Gecə saat 10-a əyani dərs almaq biraz çətindir, uşaqlar üçün problemdir, amma onlayn problem yoxdur, evində istənilən şəraitdə qoşulmaq mümkündür. Həmçinin də onlaynda valideyn uşağın necə olduğunu görə bilir, evin içindədir, dərsə necə məsuliyyətlidir, necə belə can yandırıb, necə hazırlaşıb. Valideyn buna nəzarət edə bilər. Gördünüz, əyanidə 1 üstün cəhət saya bildimsə, onlaynda 4 üstün cəhət saya bildim. Həyatında çox üstünlük cəhəti var imiş. Nigar xanım, bəs sizin sahədə necə? Bu incəsənət sahəsində əyanidən əlavə bir onlayn tədris varmı? Onlayn o qədər effekt vermir. Hər zaman uşaqların... Sizin sahədə effektlidir. Hə, düzdür, keçənlər var, amma mənə görə o qədər də effektli deyil. Uşaqlarla ünsiyyətdə, onunla təmasda olanda, onun daxili aləmini, ünsiyyətin zamanı, həm də iş prosesini... tərzi, onun daxili aləmini kəşf eləmək gərəkdir. Bəli, bir də onun iş prosesini daha canlı izləmək, düzəlişlər etmək, səhvlər üzərində işləmək, həm də mən işlədiyim zaman mənim dəsti xəttimə fikir vermək, göz yaddaşı deyilən bir şey də vardır ki, müəyyən müddət sonra şagirdlərdə o biruzə verir. Məncə biz öz studiyamızda işləsək daha effektlidir. Bəzi hallarda ümumiyyətlə eskiz və yaxud da moda dərslərini valideynlər düşünürlər ki, yalnız mənim övladım o sahəyə, o peşəyə yönələcəksə, mən övladımı eskiz moda dərslərinə qoyum. Amma bəzi hallarda bu yanlış düşüncədir. Bax, sizdən soruşmaq istəyəcəm ki, sizcə eskiz moda dərsləri uşaqların yalnız gələcəkdə peşə sahiblərinə, peşə seçiminə istiqamətlənir, yoxsa onların ümumiyyətlə gələcəkdə zövqlərini, dünya görüşlərini, dünya rənglərini daha gözəl çalarla kəşf eləməsi səbəb olur? Bu gənclərin estetik zövqünü, düşüncə tərzini, xəyallarındakı olan təxəyyülü yaratmağa imkan verir. Həm də onlar bu geyimlərə daha yaradıcı yanaşırlar. Sahəsindən, peşəsindən asılı deyil. Yəni, o gələcəkdə moda sahəsinin peşəkarı olmaya bilər. Amma hər bir sahədə düzgün geyim mədəniyyəti, yerinə uyğun geyim, geyimə uyğun aksesuarlar, rənglər seçilməsi vacibdir ki, sən o zaman tərzinlə, geyiminlə hər zaman seçilib, zövqlü görünürsən. Sizin şəxsi təcrübənizə görə, şəxsi təcrübənizə əsasən illərdir artıq bu sahədəsiniz ki, uşaqlar, eləcə də yeniyetmələr bu sahəyə necə olur ki, maraqları yaranır, hardan yaranır? Məsələn, bayaq Gülsənəm dedi ki, mən 5-6 yaşımda öz gəlinciklərimə, kuklalara həmin o paltarları tikirdim. Bəs başqa təcrübələrdə nəyə göstərir? İnsanlar necə yaranır? Bir hissəsi, elə Gülsənəmin dediyi kimi, digər hissəsi, gənclərdə gözəl geyimlərə olan maraqdan, təxəyyüllərində olan geyimləri təsvir etməkdən, uşaqlarda isə ən çox cizgi filmlərdə baxıb onların personajları və geyimlərini təsvir edirlər. Hətta o geyimləri özləri üçün tikdirirlər, ərsəyə gətirirlər, hansı mərasimlərdə geyinirlər. Bu artıq onda uşaqlarda, bu yaşlarında bu sahəyə olan bir qığılcımlarıdır ki, valideynləri vaxtında qiymətləndirsə, düzgün istiqamətləndirsələr yaxşı olar. Gələcəyin dizayner olmaq istəyən uşaqlar, qızlar, oğlanlar fərq eləmir. İlk nəydən bacarmalıdırlar, nədən başlamalıdırlar, nələri bilməlidirlər? Onların ilk əsasən müşahidə etmə qabiliyyəti, estetik zövqləri, yaradıcı yanaşmalıdırlar ki, öz düşüncələrini təsvir etməyi bacarsınlar, həm də rəsm çəkməyi bacarmalıdırlar. Texniki bacarıq sonradan da öyrənilə bilir, ancaq bunun ən əsası yaradıcı yanaşma və sevməkdir. Bu sahəni, həvəs, sevgi daha da inkişaf etdirir onlarda potensialı. Həm modelyer, həm rəssam olaraq istəyəcəm sizdən soruşum ki, müasir gənclərin ən böyük yaradıcı problemləri sizcə hansılardır? Hansı ki, bura kreativlik də daxildir, tənbəllik də, motivasiya da, yaradıcılıq da, sizcə hansıdır? Mən belə deyərdim ki, ən çox gənclərdə özgüvəninin az olmağıdır.
özgüvənin az olmağıdır. Dərs prosesində uşaqlarda bir çox hallar olur ki, pis alındı deyib qələmi kənara qoyurlar. Həvəsdən düşürlər. Amma mən artıq o uşağa fərdi yanaşıram, motivasiya verməyə çalışıram. Onun indiki əldə etdiyi nəticə son deyil vurğulayıram. Səhvlər üzərində işləyirik, mərhələli şəkildə davam edirik və aldığı nəticədə həqiqətən uşaq özü də razı qalır, həvəslənir və həvəslə davam edir. Bir nüans maraqlıdır ki, ümumiyyətlə dərs prosesini necə təşkil edirsiniz? Yəni o şagirdlərin o prosesini necə təşkil edirsiniz? Mən belə başlayardım dərs prosesi. Bizim dərs rekvizitlər olsun, rekvizitlərin təminatı olsun. Studiyamızda hazır rekvizitlər də vardır, amma hər bir şagirdin özünün şəxsi ləvazimatları da olması şərtdir. Dərslərimiz sentyabrın 15-i başlayır, iyunun 15-i bitir, məktəb sistemindədir bizdə. Bu qruplar, kiçik qrup və böyük qruplar şəklində keçirilir. Dərsə başlamamışdan öncə biz proqram tərtib olunur. O müxtəlif mövzular əsasında rəngarəng maraqlı olsun deyə. Dərsimiz həm praktik və nəzəri hissədən ibarətdir. Nəzəri hissədə ilk öncə mövzunu uşaqlara açıqladıqdan sonra praktik hissəyə keçdikdə müəyyən hissəni dərsi mən göstərirəm, çəkib göstərirəm. Artıq dərsin qalan bir hissəsi uşaqların sərbəst işləməsinə ayrılır və əlbəttə ki, nəzarətimlə düzəlişlər, səhvlər varsa onlar da olunur və belə də mərhələli şəkildə davam edir. Bizdə həm də dərs mövzularından əlavə tez-tez sərgi, tədbir, layihələr, festivallar da keçirilir. Dərs arası onların mövzuları da işlənilir ki, uşaqların tək dərs prosesi deyil, həm də yaradıcılıqlarını inkişaf etdirmək, kollektiv arasında ünsiyyətdə olmaq, onlar həm də açılışırlar. Sosiallaşırlar, bəli. Hətta mən təcrübəmdə çox görmüşəm. İlk dərsə başlayan uşaq necə sıxılır, utancaq olur və dərsin sonunda bir neçə müddətdən sonra necə aktiv, öz fikirlərini düzgün izah edən bir şagirdə çevrilir. Sanki cəmiyyətə inteqrasiya eləyirlər. Bəli. Sözün xülasəsi. Çox gözəldir əslində. Uşaqların istedadlarını daha çox üzə çıxarmaqda mən düşünürəm, valideynlərin də o bəzi hallarda xanımların zərifçiliklərinə çox böyük bir məsuliyyət düşür. Bəzi hallarda belə deyək də, bəylərin də üzərinə böyük bir məsuliyyət düşür. Amma gündəlik qrafik mənə çox maraqlıdır. Gülsənəm, gündəlik ümumiyyətlə bu həyat qrafikin nədən ibarətdir? Nələr eləyirsən? Günün hansı saatında dərslərinlə məşğul olsan, hansı saatlarında yaradıcılığa, hansı saatlarında bu cür gözəl rəsmlər çəkirsən? Belə hər gün saat günorta 2-dən, 1-dən sonra dərslərimə başlayıram, məktəb dərslərimə və qalan saatlara da rəsmlə bağlı vaxt keçirirəm. Belə daha çox çəkmək, ideyalar tapmaq, qurmaq, nəsə eskizlər. Yəqin ki, hansısa dünyaca məşhur saytlara və yaxud da səhvlərə istinad edirsən də, oradan müəyyən bu eskizlər götürürsən. Bu arada sənə məxsus olan o əl işi, Gülsənəm xanımın əl işi idi, səhv eləmirəmsə, orada hansı ki, Azərbaycan şanlı üç rəngli bayrağımızın rənglərini özündə əks elətdirən, yox, onu demirəm, oradakı bayrağımız var, çox gözəldir. Həm libasdır, libasın üzərində də geyimlərin rəngi çox gözəldir. O işi ilə Xətai Sənət Mərkəzində milli dəyərlərimiz mövzusunda təşkil olmuş sərgidə iştirak etdi və sertifikatla tərtib olundu. Uğurları ilə gəlmişdi. Axırıncı olsun. Sertifikatlarla bağlı danışacağıq. Məncə səhvimsə, ailəlidirsiz? Xeyr. Gələcəkdə övladınız hansı sahədə olmasını istəyərdiniz? Həkim istəyərdim olsun. Nəcə? Özüm olmaq istədim, ola bilmədim deyə, yoxsa? Yox, mən özüm əslində aviasiya akademiyasında istəyirdim. Aha. Elə oldu ki, tam əksi oldu. Kim icazə vermədi? Məsələn, ailədə... Sadəcə orada musiqi ilə getdiyimizə görə... İstedadın var idi da. Fikirləşdim ki, göydə nə işimiz var elə. Elə göydə də oxumaq olar. Bəlkə kliplərinin birini təyyarədə eləyəsən? Əslində, bağlara bura baxa-baxa fikirləşirdim. Havaya baxdım, dedim. Gördün ki, mən atım belində, düşündüm, mən də təyyarədə nə gözəl işlər, görmək olar. Niyə də olmasın? Mən ümumiyyətlə həyatın çox qısa və bir göz qırpımında sonlana biləcəyinə düşünən insanlardanam və düşünürəm ki, həyatda çox ertələməməliyik heç nəyi.
Yəni əgər hər hansı bir xəyalımız varsa, əlimiz çatırsa, gücümüz yetirsə, onu elə günü bu gün, lap günü sabah, maksimum gələn həftə onu reallaşdırmalıyıq. Ona görə Necə elə bu gün? düşünmə ki, ay yaşa, eynən. Düşünmə ki, məsələn, mən kimə müəllimimi tanıyana qədər həkim olmaq istəyirdim, nə yalan deyim. Kimə müəllimi tanıyandan sonra dedim, yox, kimə mənlik deyil, fizika mənlik deyil, mən oxumayacağam bu sahəni. Mən həqiqətən də bayaq deyirəm ki, müəllimdən çox şey asılıdır, fənni sevdirən müəllimdir. Yəqin ki, sizin də həm düzdür, genetik faktorlar, o doğuşdan olan fitri istedad, bu mükəmməl səs, maşallah və sonra da sözsüz ki, sizə sevdirən o müəllimləriniz, sizin dahi sənətçilər, həmin o mükəmməl insanlardan aldığınız o dərslər. Qeyd eləmək istəyərdim. Bizim Respublikamızın xalq artisti Arif Babayevdə mən dərs almışam. Azərbaycan Milli Konservatoriyasında. Hörmətlərimizi, sevgilərimizi göndərir Arif bəy. Və bizim əməkdar artistimiz Təyyar Bayramovdan bakalavr pilləsində doğmamızdır, əzizimizdir. Tez-tez görürük onu bizim MC Azərbaycan televiziya kanalının ekranlarında hər zaman da qapılarımız, bacılarımız açıqdır. Keyfiyyətli səslər hər zaman ən sevdiyimiz incə məqamlardandır. Hər zaman düşünürəm ki, elə efir məkanlarında, çünki televiziya 4-cü hökumətdir, necə deyərlər. Həqiqətən televiziya hər kəsin evlərinə birbaşa icazəsiz bəlkə də daxil olduğumuz məkanlardandır ki, hər zaman bu cür keyfiyyətli musiqilər, keyfiyyətli səslər təqdim eləməliyik. Bu da bizim həm vəzifə borcumuzdur, həm vətəndaş borcumuzdur. Yeni nə işləriniz var Məbud bəy? Yeni inşallah bir klip yayımladıq. Elə dünənki tarixdə, hansı ki özüm 25.05.2025. Xeyirli olsun, xeyirli olsun. Hansı ki bu mahnı əslində bir neçə vaxt bundan öncə hazır idi. Sadəcə olaraq bir mahnımız var idi ki, o TikTok sosial şəbəkəsində biraz aktivlik qazandığına görə onu əvvələ saldım və fikirləşdim ki, bu mahnını artıq yayımlamağın vaxtıdır. Xeyirli uğurlu olsun. Çox sağ olun. Bir neçə dəqiqədən sonra həmin o klipi izləyəcəyik. Proqramımızın sonlarına doğru səhv eləmirəmsə onu izləyəcəyik. Bəli. Amma elə növbəti ifaya keçid eləyənə qədər istəyirəm soruşum. Bax, sosial şəbəkələrdə aktivsizmi? Çünki sosial şəbəkə indi bu dəqiqə Bəli, həm də bizim də ümumiyyətlə hər bir sahədə mənə elə gəlir ki, sosial şəbəkə üzərindən qurulub artıq. Yəni izləyicilərə çatdırmalısan yeni işlərini və yaxud daim aktiv olmalısan, belə deyək. Mütləq daim aktiv olmalısınız və daim üzərimizə çalışmalıyıq. Bizdən təsdiq verirsə, təbii ki, sevə-sevə bizim səs sesomuz təsdiq verirsə, növbəti bir mahnı istəyəcəm sizdən. Bu mahnının müəllifini mən qeyd etmək istərdim. Sözləri mərhum Vüqar Biləcəriyə məxsusdur. Allah rəhmət eləsin. Musiqisi isə Hacı Nazimə məxsusdur. Mən Nazənin xanıma təşəkkür edirəm. Mahnının ilk ifaçısı məsələn Nazənin xanım olub. Dinləyək. Məncə sizin ifanızla daha gözəl səsləndirmirsiniz. Maşallah. Çox sağ olun. Gözlerim yolda kalıptır sensiz, ölünce gözlerem seni. Hara gitsen yanındayam, kumar gözlüm, gölgen tek izlerem seni. Süründürür beni həsrət, çəkirəm sensiz əziyyət. Bu nə talihdir, nə qismət yarım. Gözümün yaşları çağlar, ürəyim sızlayar ağlar. Geri dönməzlər o çağlar. Bir nağıldır indi həmən sənli günlərim, xəyallarında canlanır. O şirin xatirələr, o həzin xatirələr, necə xoş xatirələrdir. Bir nağıldı indi həmən sənli günlərim, xəyallarımda canlanır. O şirin xatirələr, o həzin xatirələr, necə xoş xatirələrdir.
çəkirəm sənsiz əziyyət. Bu nə taleydi, nə qismət. Özümün yaşları çağlar, ürəyim sızlayar ağlar. Geri dönməzlər o çağlar. Bir nağıldı indi həmən sənli günlərim, xəyallarımda canlanır. O şirin xatirələr, o həsin xatirələr, necə xoş xatirələrdi. Bir nağıldı indi həmən sənli günlərim. Mükəmməl siz Məbud bəy. Təşəkkür edirəm, Çox çox sağ hara olun. gedirsiniz? O mahnıdan sonra mən Efri... Getməyim. Efri, mən o... Reklamlara bağlanırıq. Yox, hara gəlin bura, gəlin. Mən bu cür mahnılardan Nə sonra... gözəl. Əslində Mən bu cür mahnıdan çox mahnılardan bunu daha sonra- çox sevirəm. Biz mahnılarınızı daha çox sevirik. Yemək də lazımdır. Yaxşı, bilməyə vaxtda. Bir yeməsiz oxuya bilməyirsiniz. Bunlar bizi kökəldir bəzən, hə? Yox. Əslində Mən kökəlmək istəyərdim. Siz axır vaxtlar bayaq dedim, Efirə girəndə ki, çox arıqlamısınız son dönümlərdə. Sevmirəm o sözü, amma eyb yoxdur. Dedim də, dedim. Dedim, da canlı efir dedim. Amma siz belə də yaraşıqlısınız. Çox sağ olun. Elə də yaraşıqlısınız. 5 kilo kökəlsəm bəs eləyir. Aha, bəs eləyir. Belə də qəşəngdir. Yaxşıdır. Belə də yaxşıdır, Belə yaraşıqlısınız. qalırıq. Suş naraz necədir? Buyurun, zəhmət olmasa. Baxın, görün. Açığı sevmirəm. Ha, heç Bəli. Çox sevirəm Sınamamısınız. deyənlər olub. Biz sevdirmişik suşini. Yəni Hə. əmin olun Çox- sevəsiz. çox iddialıdır. Bəli. Bunu efirdən sonra yesəm daha yaxşı olar. Hə də, hə, təbii ki də, təbii. Yemək sadəcə dedim sizə bir yaxınlaşasınız, bir suşilərlə bağlı baxasınız, təəssüratlarınızı bölüşəsiz. Sushi Azərbaycanın dəyərli sushi şefi. Bişəni hansıdır ki belə? Bişmişlər az sonra hazır olacaq. Bunlar çiğdir. Bunlar çiğ olan belə İngiltərədə. Hansıdır çiğ? Bu, yox hamısı yox. Bu çiğdir, bu çiğdir. Bu içində nə var ki, Bunlar məsələn, bişmiş. çiğ? Bunun içində çiğ etmə yox. Bunun içində çiğ balıq var. Bunun içində çiğ balıq Çiğ var. deyil, axı hissə verilmiş deyil. Biz əsasən çiğ ilə işləyirik. Sushi yəni çiğ balıq üzərində qurulmuş bir sistemdir. Mən bu təsdiqi gördün kimlər? Yox, yeyilə biləcək bir durumdadır. Yəni bunun üzərində o qədər bir kiçik bir həcmdə balıq var ki, onu siz çiğliyi hiss eləmirsiniz. Siz nə zamansa yemisiniz, dadı xoşunuza gəlməkdir, gözünüzdən düşüb yoxsa? Mən düzgün restoran seçməmişəm. Ola bilər. Əslində restoranda oturmamışam, sadəcə o sifariş vermişik. Bax, Tam bayaq olaraq dediyim kimi istədiyimiz düzgün olmayıb. tanıdığınız yeri seçməlisiniz. Sifariş Nə vermək üçün. edirsiniz? Ulduz 33 zəng edirsiz, göndərin. Yox, evə göndərməyin də, xahiş edirəm. Bu qədər restoranlar var, gedək. Yoxsa Məbud bəy hər kəs tanır, hər kəsə qapıları belə 10 qapını, 20 qapını bir taybatay açır ki, Məbud bəy gəlsin. Ancaq sushi verirsiniz. Xeyr, sushidən Burada əlavə salat da bizə gördüm, nudullarımız mən var. səhv eləməmişəm. Bəli, bəli, tartarlar var burada, karpaçolar var burada. Menümüz genişdir, salatlar, pizzalar, Təki siz suplar. gəlin. Çox gözəl. Bəli, Gələr nudullar. inşallah. Yeni premium menü üzərində işləyirik. Dünənki tarix sizin üçün önəmli idi. Bugünkü tarixdə bizim dəyərli Hikmət şefimiz üçün özəldir. Nədir bugünkü günümüzün özəlliyi? Bugünkü günün özəlliyi Tamerlan balamın, belə deyim, oğlumun bugün 3 aylığı tamam oldu. Eyvallah. Onu təbrik edirəm buradan. Bayaq reklamda deyirəm ki, deməli yadıma gəlir, Tamerlan ilk övladıdır. Allah saxlasın. Allah sizə inşallah sağ-salamat ailə, övlad qismət etsin. İstədiyiniz zaman təbii ki. Doğulduğu gün desən, doğulduğu gündən bir gün sonra da efirdəydiniz. 2-3 gün sonra. 2-3 gün sonra, hə. Deyirəm efirdə gözümüzün qabağında böyüdü də uşaqlar. Biz də deyirəm o vaxtlar bildilər, onlar böyür, biz də qocalırıq. İndi onu biz Yeri gəlmişkən təbriklərə mən də istərdim qoşulum və mənim bir dostum var, Sahil qəsəbəsindən Hacı Talih. Təbrik edirik. Doğum günü mübarək olsun. Onun ad günü 25.05. Dünənki tarixidir, nə gözəl. Təbrik edirik bütün dünyaya gələn hər kəsi, elə dünən də, bugün də bütün dünyaya gələn hər kəsin doğum günü mübarək olsun. Hər zaman sevin, sevilin, gözəl zaman keçirin bir-birinizlə. Bir-birinizi qucaqlayın, gözəl sevgi etiraflar eləyin. Təşəkkür edirəm sizə. Çox sağ olun. Rəsmlərlə Bunu daha bağlı. çox bəyəndim. Mən də bayaqdan ona gözüm qalıb onda. Libas olaraq tikilsə çox xanım, effektiv xatın. olar. Çox da özdə burada milli Ornamentlər də atributlardan. baxın üzərində. Narın tacı, Azərbaycan ornamentləri var üzərində, butalar var. Çox gözəldir həqiqətən də. Çox təşəkkür edirik, əliniz qolunuz var olsun. Məbud bəy keçənə qədər də mənə soruşun bizim dəyərli müəlliməmizdən, eyni zamanda bizim dəyərli rəssam, modelyer Gülsənəm xanımdan ki, Gülsənəm xanım, eləcə də dəyərli Nigar xanım, sizdən soruşun, bu sahənin izlərindən gedən uşaqlar gələcəkdə hansı sahələrdə, necə fəaliyyətlərini davam etdirə bilərlər? Yəni təkcə modelyer, dizayner kimi yoxdur, başqa hansı sahələrdə? Bəli, təkcə moda sahəsində deyil, onlar stilist, rəssam, animasiya və oyun dizaynında
dizayner kimi fəaliyyət göstərə bilərlər və harda geyim varsa, orada fəaliyyət göstərə bilərlər. Bu qədər. Ümumiyyətlə, uşaqların dərsləri olan davamiyyəti, eləcə də uşaqların dərsdə olan marağına, burada valideynlərin rolu da bir mənalı var. Valideynlərin rolu haqqında istəyəcəm vurğulayasınız. Hər bir övladın arxasında, uğurunda, onun valideynin dəstəyi olmalıdır. Eləcə də bizdə dərslərimizdə uşağın davamiyyətli dərsdə iştirak eləməsi üçün mütləq ki, valideyn nəzarətdə saxlamalıdır. Bundan əlavə, şagird özü də istəyir ki, uğurlu çıxışında, hansı sərgidə, layihədə iştirak edirsə, valideynini də onun yanında olsun, ona dəstək olsun, elə bir ondan bir güc alır. Hər zaman valideynini gözə axtarır. O zaman mütləq ki, valideynlər övladlarınızın hər zaman yanında olun, dəstəkləyin. Övladlarınızın istiqamətini əgər bilirsinizsə, çalışın onun istəyini nəzərə alın. Mütləq, mütləq. Məncə proqramın bu yerində Gülsənəmin valideynlərinə bir təşəkkür borcu var. Buradan valideynlərimə çox təşəkkürlərimi bildirirəm. Hər zaman yanında olduğu üçün. Həmişə arxamda dayanırlar, dəstəkləyirlər məni. Allah var eləsin. Hər bir seçimimi, yəni onlar da bilib elə bir razı qalırlar. Hörmətlə yanaşırlar fikirlərinə. Səni hər zaman dəstəkləyirlər. Düzdür, müasir Azərbaycanda bacardığımız qədər hər zaman bunu təbliğ etməyə çalışır. Uşaqların fikirlərinə hörmətlə yanaşmaq, amma günümüzdə reallıq budur ki, hər valideyn də övladını dəstəkləmir. Hər valideyn də övladının fikrinə hörmətlə yanaşmır, amma nə gözəl olardı ki, hər valideyn də bax Gülsənəmin valideyni kimi övladının hər zaman yanında olardı. Hər zaman onu müşayiət eləyərdi. Nədir mamanızın adı? Mehriban. Mehriban xanım. Mehriban xanıma sevgilərimizi, hörmətlərimizi göndərik. Atanın adı nədir? Samir. Dedik, bütün sirləri açdıq, tökdük. Neçə övlad sevdin? 3 uşaq. 3 uşaqsınız. Hələ 3 uşağın arasında bir-bir hamısına diqqət göstərən valideyn. Maşallah, maşallah. Həqiqətən Allah bütün anaların, bütün ataların canını sağlam eləsin. Allah dünya durduqca durdursun hər birini. Rəhmətə gedən Allah qəni rəhmət eləsin. Valideynlərimizin dəyərlərini, qiymətlərini və sağlıqlarını da bilməliyik həqiqətən də. Ümumiyyətlə, şagirdlərin əl işləri müvafiq sərgilərdə nümayiş elətdirilir Nigar xanım və bugün də bura əli boş gəlməmisiniz. Sertifikatlarla, gözəl, belə deyək də, tərtiflərlə gəlmişsiniz. İstəyəcəm o haqda həm göstərəsiniz, həm danışarsınız. Elə bizim dərslərimizdə də rəng qatan mərkəzimizdə Elza xanım Orucovanın sayəsində keçirilən tədbir, sərgidir, layihələrdir. 3 ildir artıq Kəlağay festivalı keçirilir. Rayonların müxtəlif bölgələrinə uşaqlarla birlikdə əl işlərini, müxtəlif təqdimatları aparırlar, sərgiləyirlər və bu sərgilərdə də aktiv iştirak edən tələbələrimdən, şagirdlərimdən biri də Gülsənəmdir. O da öz uğurları ilə gəlmişdir. Ən son iştirak etdiyimiz, bir həftə bundan öncə iştirak etdiyimiz Milli Dəyərlər mövzusunda Xətai Sənət Mərkəzində keçirilən sərgi idi. Sertifikatla layiq görüldü. Növbəti sertifikatlarım bu 3-cü Kəlağay festivalımız idi. Orada da çox aktiv iştirak elədi əl işləri ilə. Daha sonra Gənclər günündə çox aktiv gənclər və Gülsənəm çox aktiv gənclərdən biri idi. O da seçildi, təltif olundu. Daha sonra buradan Yaşıl Dünya naminə, bu il Yaşıl Dünya naminə həmrəylik ili çərçivəsində də biz işlərimizi təqdim etmişdik. Birinci işimiz vardı, orada su mövzusunda işlənmişdi. Bu da elə bir Dünya bizim evimizdir. Nizami Kinoteatrında keçirilən sərgi tədbirimizdə də uğurlar əldə etmiş tələbələrim, şagirdin biri İnşallah ildən keçir və daha bundan da uğur yüksəklərə. Yaşın artdıqca uğurların da artsın, daha da gözəl zirvələrə qalxasan, hər zaman da valideynlərinin əziyyətini, müəllimənin əziyyətini unutmayasan, necə deyərlər. Bayaq danışdıq ki, həyatda hər bir şey, təhsil də,
digər mövzular da hər şey sadədən mürəkkəbədir və bəzi hallarda riyaziyyat fənnində uşaqların hansı yaşda baza təhsilinin təməli qoyulduğunu bilməyən valideynlər, eləcə də müəllimlər var. Sizdən soruşmaq istəyəcəm ki, ümumiyyətlə əsas baza hansı sinifdə qoyulur Əbülfəz bəy? Əsasən əsas baza uşaqlıqdan riyaziyyatı daha mükəmməl şəkildə mənimsəyən uşaqlar var ki, məsələn 4-cü sinifi artıq bitirəndə uşaqların toplama, vurma, çıxma, bölmə əsas fundamental biliklər üzrə problem olmamalıdır. Bu minimum 5-ci sinifə lazım olan faktordur, amildir. Artıq ondan sonra yavaş-yavaş müəyyən bazalar qoyulur və asandan mürəkkəbə doğru bölmələr keçilir və əsasən də 10-cu sinifdə riyaziyyat çox çətinləşir və birdən-birə elə bilin ki, dəhşət çətin olmağa başlayır. Uşaqlarda boşluq yaranır. Ona görə də mən hər zaman məsləhət görürəm ki, minimum 9-cu sinifdən hazırlıq olmaq önəmlidir. Buyurun. İndi tam səmimi soruşmaq istəyirəm. Deyirik ki, həyatımızın o hesablamalar, marketə getdiyi hesablama lazımdır, digər mövzularda riyaziyyat vacibdir. Mən özüm trigonometriyanı bilirəm, amma mənə çox maraqlıdır, həyatımın hansı dönəmində onu istifadə edəcəm? Var ümumiyyətlə elə bir dönəm ki, mən həyatımın hansı bir dönəmdə istifadə edəcəm o trigonometriya biliklərimi? Konkret olaraq. O sinus, kosinüsü, tangens, katangensi. O istifadə edir. Niyə var axı o? Yox, mən onu soruşuram. Niyə var demək də düzgün çıxmır, bəlkə də, bilmirəm də, indi yəni aparıcı pozisiyasından o belə tənqidi yanaşa bilmərəm. Amma yəni məsələn, okey də 3/5 və yaxud da vurma, bölməni bildik ki, həyatımızın hansı bir dönəmində ehtiyac olacaq. Amma sinus, kosinüsü hansı dönəmdə bəlkə deyirəm 30-dan sonra istifadə edəcəm. Belə deyək, o sırf sahədən asılı olan bir şeydir. Sənin gələcəkdə yönələcəyin sahədən çox şey asılıdır. Dediyim kimi, hər bir insan fundamental səviyyədə az da olsa riyaziyyat bizə kifayət eləyər. Amma məsələn, mühəndissənsə artıq vurma, bölməyi bilməklə sən mühəndis ola bilməyəcəksən. Və yaxud iqtisadi sahədə və s. digər sahələrdə önəmlidir. Daha çox çətin olan bölümü hansı bölümdür ümumiyyətlə riyaziyyatın sizcə? Ümumiyyətlə, məktəb proqramında əsasən şagirdlərin çətinlik çəkdiyi bölmə bir ehtimal nəzəriyyəsi, bir də fəza fiqurları hissəsidir. Çünki fəza fiqurları həndəsənin ümumiyyətlə çətin bölməsi hesab olunur. Həm də belə deyərdim, bu bir cür xəyal gücündən asılı olan bir şeydir. Kimin xəyal etmə qabiliyyəti daha yüksəkdirsə, o onu daha çox qavrayır. Ehtimal nəzəriyyəsi ümumiyyətlə onun ehtimalın məsələnin şərtinə görə qurulması uşaqlara hər zaman çətinlik yaradır. Mən də müəyyən açar sözlər müəyyənləşdirmişəm ki, sırf bu açar sözü görməklə sən artıq o ehtimalı hansı yöndən həll edəcəyini bilirsən. Belə ümumi götürsək, cəbirdə isə çətin bölmə yoxdur. Mən həmişə şagirdlərimə deyirəm, həndəsədən səhv yazsan, başa düşərəm ki, xəyal gücün yetmədi yazmağa. Cəbirdən səhv yazsan, bil ki, oxumamısan. Bir məqam da var ki, məsələn, mən özüm 9-cu 10-cu sinifə qədər okey, əla, mükəmməl. Yəni, həm mükəmməl bilirdim, həm mükəmməl tədris eləyə bilirdim, çalışırdım. Amma o ki, artıq universitet vaxtında ali riyaziyyatı öyrənəndə çox qəliz-qəliz mövzular, qəliz-qəliz suallar, qəliz-qəliz testlər, hətta bizə bir semestr keçirdi də o ali riyaziyyat. O qədər sevinmişdim o testi verəndə, həqiqətən çox çətin mövzular idi. Mən düşünürəm ki, o riyaziyyat da hər kəsin beyni üçün deyil. Bəlkə də fikrimi təsdiqləyərsiniz. Bir mövzu da var ki, hər kəsin həyatında gərək olmayacaq mövzular deyil də, bu hər kəsə vacibdir. Amma bütün uşaqlar, bütün şagirdlərin yüksək səviyyədə riyaziyyat bilməsi də vacib sayılır yoxsa? Yüksək səviyyədə bu, yenə də dediyim kimi, gələcəyə yönəlməyindən çox şey asılıdır. Amma müəyyən dərəcədə bilsə yetər. Amma sırf indi istər-istəməz bizim qəbul imtahanları elə formatda keçirilir ki, sən istənilən qrupa yönəlməyindən asılı olmayaraq, buraxılış səviyyəsində riyaziyyat verəcəksən. Buraxılış səviyyəsində riyaziyyat da o qədər də çox çətin olmur. Hər bölmədən üzdən bir sual düşür. Bunu bilməklə buraxılışda riyaziyyatı yaxşı səviyyədə yazmaq olar. Sadəcə birinci və ikinci qrupların blok imtahanlarıdır ki, onların biri iqtisadi sahə yönümlü qrupdur, biri texniki sahə yönəli qrupdur. Burada riyaziyyat çətin olur. Yəni birinci, ikinci qrupa gedən uşaqlar bunu gözə alsınlar ki, mən hara gedirəm, nə səviyyədə riyaziyyatla imtahan verəcəm. 8 bal, indi 8 bal deyəsən, hə? Xeyr, o sistem kurikulumdan qabaqki sistemidir. Kurikulum sisteminə görə dövlət imtahanları iki cür keçirilir. Birinci buraxılış, ikinci blok imtahanları. Birinci mərhələdə toplam 300 bal, ikinci mərhələdə toplam 400 baldan hesablanır. Riyaziyyat birinci, ikinci qrupların əsas fənni olduğuna görə 1,5 əmsal, dolayısıyla 400 balın 150-sini blok imtahanında, buraxılış imtahanında isə mümkün 100 bal. Ümumiyyətlə 700 balın birinci, ikinci qrupda 250-si riyaziyyatın hesabına düşür. Yəni harada getsək riyaziyyat bizim üçün vacibdir, dəyərli izləyəcəyimiz. Ümumiyyətlə bu açıq imtahan, daha doğrusu açıq testlər soruşulur deyə, biri var test üsulu, biri var açıq testlər. Onlardan hansı daha çətin, hansı daha asandır? Əslində bunu hər zaman demişəm. Şagirdlər tərəfdən və əslində bunu hər zaman demişəm. Açıq test və ya qapalı test fərq etməz. Sən onu bilirsənsə, həll edirsənsə, açığı da qapağını da yazacaqsan. Ümumiyyətlə mənim özümün hazırlıq götürdüyüm qruplarımda, apardığım tədris metodikamda hər bölmənin kiçik icmalı olur. Ondan sonra quizlər təşkil edirəm və quizlərdə ümumiyyətlə qapalı sual variantı təklif etmirəm uşaqlara.
ki, bütün açıq sual vərdişləri yaransın. Ümumiyyətlə, mən açıq suallar, şifahi sorğu-suala üstünlük verirəm. Tərtib etdiyim testlərdə əsasən açıq formatda olur ki, qapalı olanda uşaqlar biraz şans əsəri də onu atıb yaza bilərlər. 5 qapalı variant varsa, biri tuta bilər də, indi istər-istəməz. Biraz insanın şansından da asılıdır. 20% tutma ehtimalı var. Bəli, tutma ehtimalı var, amma ona görə bir də testlərə yönümlülük bəzi insanlar üçün vərdiş hesab olunsa da, yəni bu bir vərdiş testi yönümlülük qabiliyyəti. Nə qədər çox test işləsən, bir o qədər test sənə tanış gələcək və sən bir xeyli vaxt əldə etmiş olacaqsan. Amma ümumi götürsə, riyaziyyat əzbərə yönəlik fənn olmadığına görə test üsulu da bir o qədər əzbərlətmək kimi sayılmır. Əzbərlətmək yönümlü deyil. Yəni test olur, hər nə olur olsun, onu gərək biləsən ki, yazasan. Rejissorumuz deyir ki, yavaş-yavaş yekunlaşmaq vaxtıdır. Proqram haradan gəldi, necə keçdi bilmədim. Şəxsən mən fərqinə belə varmadım. Sonda amma Məbud bəydən gözəl bir ifa var, onu istəyəcəyik, klipini də görəcəyik. Amma həmin o ifaya qədər istəyəcəm ki, elə hər birinizdən sonda fikirlərinizi, tövsiyələrinizi alaq. Elə söz sizdəykən Əbülfəz bəy, sonda riyaziyyatla bağlı həm valideynlərə, həm şagirdlərə nə kimi tövsiyələriniz var? Ümumi olaraq tövsiyəm ondan ibarətdir ki, bu o qədər də qorxulu fənn deyil. Bu fəndən qorxmayın, çəkinməyin, motivasiyalı olun, öyrənməyə həvəsli olun və əmin olsunlar ki, inanmaq bacarmağın yarısıdır. Qısa bir müddətdə əldə ediləcək ən böyük nəticə yeganə olaraq riyaziyyatdadır. Mən bunu hər zaman demişəm. İkinci bir tərəfdən, ümumiyyətlə uşaqlar hazırlıqda olarkən, test yazarkən əsasən buna diqqət edəsinlər. Bugün bu bölmədə bilmədiyim bir misalın üstündən keçməməliyəm. Mütləq şəkildə bunu öyrənməliyəm. Digər bir tərəfdən də ki, əzbərləmə yönümlü olmasın, gedim qayda kitabını öyrənim, gəlim, danışım. Mən ümumiyyətlə heç bir şagirdə heç vaxt qayda kitabını tövsiyə etməmişəm ki, get bu qayda kitabını oxu, sən yüksək bal toplayacaqsan. Hə, oxumaq istəyirsənsə, 400 səhifəli bir qayda kitabı var, get onu oxu, öz işindir. Ümumiyyətlə, oxumaqdan kənarsansa, formulalar üçün, düsturlar üçün bir 50-60 səhifəli konkret kitab var. İstəyirsən onu al, özün öz üzərində işlə. Yox, ümumiyyətlə istəmirsən, mənim dəst dediyimə qulaq az, metodlarımı öyrən və yəni dediyim trigonometriyada olsun və s. Trigonometriya niyə uşaqlara çətin gəlir? 100-dən çox düstur var. Uşaqlar əzbərləyə bilmirlər. Amma 10 dənəsi əsasdır, 90 ondan törəmədir. Hamısı tənasübdən çıxır. Başa düşərsək, isbatla öyrənərsək, onun yazılma ehtimalı daha yüksək olur. Yalnız və yalnız onu deyə bilərəm, bu fənni öyrənməyə yeganə yolu məsuliyyətli olmaq, disiplinli olmaq, çox çalışmaq. Bir də bunu da qısa olaraq çatdırım izləyicilərimizin diqqətinə. Məsələn, bizim riyaziyyatdan bir bazamız yoxdur. Biz başlamışıq. Ümumi olaraq haradan başlayacağımızı bilmirik. Ümumiyyətlə baza yoxdur. Müəllim sənə nə qədər yaxşı təhsil versə də, sənə VV verilən 100 testin 90-ı yazamayacaqsan 2 dərsdə. Bu normal haldır. Baza yox və misal tətbiqin də yox. Burada artıq qarşına 2 yol çıxır. Ya kitabı bağlayıb qırağa qoymaq, ya mübarizə aparmaq. Mübarizə aparan sonunda qazanacaq mütləq şəkildə. Mübarizə aparan və sonunda qazanan dəyərli şagirdlər, hər kəs, hər birinizə aid. Çox dərin təşəkkür edirəm hər birinizə. Dəyərli xanımlar, Zülfiyə xanım, Nigar xanım, gənc tur haqqında məlumat verdik, izləyiciləri maarifləndirdik, izləyiciləri məlumatlandırdıq, bəzilərini artıq xarici göndərdik. Sonda qısa olaraq nə tövsiyə vermək istəyərdiniz? Demək istəyirəm ki, hər kəsin iş qrafiki ümumiyyətlə çox yorucudur və sıxdır. Mütləq şəkildə insanlar özlərinə zaman ayırmalılar, istirahət etmək üçün. Yəni bu da bizimlə düşünürəm ki, daha sərf olacaq, həm də rahat olacaq. Rahatlığınızı düşünürük. Bayaq məsəl üçün müəllimimiz dedi ki, yayda özümə zaman ayırmaq istəyirəm, daha çox necə deyim sizə, proqramlar kəşf eləmək istəyirəm, daha çox üzərimdə çalışmaq istəyirəm. Onu deyirəm ki, mən demək istəyirəm ki, mütləq şəkildə istirahət lazımdır ki, yəni sıfırlansın yenidən. Bəzən deyirlər restart. O restart deməmizi basmalıyıq da ki, yenidən toparlanaq. Çox dərin təşəkkür edirəm sizə. Nigar xanım, Gülsənam xanım, çox dərin təşəkkür edirəm sizə. Sonda fikirlərinizi istəyəcəm. Həm istedadı olan övladlarımız üçün, həm proqram gedişatı üçün buyurun. Əgər övladınızın yaradıcılıq sahəsində uğurlarını, həvəsini, marağını görürsünüzsə valideynlər, onları düzgün istiqamətləndirin. Bu sahədə 5 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinə müraciət edə bilərsiniz. Mərkəzin qapıları hər zaman sizə açıqdır. Çox dərin təşəkkür edirəm sizə və bizim sushi şefimiz Hikmət bəyə də çox dərin təşəkkür edirəm. Bunu hansı ara hazırladınız? Qaşla gözün arasında. Ciddisiz, bunu sizə Bu restorana gətirsiniz. Real, xaşım, real etiraf eləyək. Bunu gördüm, bunu gözüm gördü ki, bunları hamısı siz hazırladınız, gördüm. Restorana gətirsiniz ki, biz çox təşəkkür edirik sizə. Minimumuzun nə qədər zəngin olduğu görürsən, sən bilinsin. Çox qəşəngdir, həqiqətən də. Dəyərli izləyicimiz, göz haqqınızı hal eləyin. Düzdür, qonaqlarımızla birlikdə inşallah efir sonrası dadına baxıb təəssüratlarımızı bölüşəcəyik, amma siz də əgər bu gözəl təamlarını dadmaq istəyirsinizsə, bizim hər 3 filialımız sizlər üçün xidmətinizdədir, qulluğunuzdadır. Sonda istəyirəm fikirlərinizi bildirəsiniz. Xoş oldu bizə sizinlə gəlib bir vaxt keçirmək.
İnşallah siz və komandanızı və baxan hər kəsi Biz elə bir ildir gələ bilirik. restoranlarımızda gözləyirik. Artıq Yayda gələcəm. İnşallah. Söz verirəm. Yayda İnşallah biz bir-iki gözləyirik. həftəlik məzədə çıxacağıq. Onda gələcəyik inşallah. Gözəl, inşallah gözləyirik sizləri, siz və komandanızı. Təşəkkür edirəm. Çox xoş olar sizə deyim, xidmət göstərmək. Çox təşəkkürlər. Soş Azərbaycan hər zaman öz belə deyim, təamları ilə, keyfiyyəti və peşəkarlığı ilə hər zaman seçilib, sevilir. İstər Soş Azərbaycan, istər proqramımızda iştirak edən digər dəyərli dostlarımızın, doğmalarımızın, dəyərli qonaqlarımızın informasiyaları aşağıda qeyd olunurdu. Məbud bəy, çox dərin təşəkkür edirəm sizə. Sonda fikirlərinizi, ən sonda isə mahnınızı istəyəcəm. Buyurun. Təşəkkür edirəm mən bir daha bizi izləyən, vaxtını bizə ayıran izləyicilərə və qonaqlarımıza öz işlərində uğurlar arzu edirəm. Çox sağ olun dəvətiniz üçün. Şefə də təşəkkür edirik. Birazdan mahnı oxuyandan sonra Mütləq. Çox dərin təşəkkür edirəm sizə. Və mahnımız haqqında mən istərdim qısa da olsa məlumat verim. Həm də klipimiz olacaq da deyəsən, hə? Bəli. İnşallah, onu da izləyəcəyik. Mahnının ekran işi Əliyar Məhrəmova məxsusdur. Sözü, musiqisi Qəhrəman Xəlilov və aranjman Əsəd Fətullayeva məxsusdur. Kölgə. Bəli. Çox gözəl. Çox sağ olun. Dinləyək, həm də izləyək. Səhnə sizin. Bugünlük bu qədər dəyərli izləyəcəz. Özünüzdən və ruhunuzun gözəlliyinə müğayət olun. Xudahafiz. Daha tükendi cümleler, yorulmuşam. Seni düşündüğüm kadar darıkmışam. Ovutmur artık nəğmələr, yalnız kalmışam. Ben artık o adam değilim. Daha tükendi cümleler, yorulmuşam. Seni düşündüğüm kadar darıkmışam. Avutmur artık nəğmələr, yalnız kalmışam. Ben artık o adam değilim. Sevgisiz nece fəsilə bürünüb gezecek bu garip gölgem. Zamansız nece de bir an görünürsen yokken eş gölgem. Bir anlık geçmişe kayda belki de kaydarsam erken. Kayıtmağım üçün elvidalar etmedim. Sevgisiz nece fəsilə bürünüb gezecek bu garip gölgem. Zamansız nece de bir an görünürsen yokken eş gölgem. Bir anlık geçmişe kayda belki de kayıdarsan erken. Kayıtmağım üçün elvidalar etmedim. Daha tükendi cümleler, yorulmuşam. Seni düşündüğüm kadar darıkmışam. Ovutmur artık nəğmələr, yalnız kalmışam. Ben artık o adam değilim. Sevgisiz nece fəsilə bürünüb gezecek bu garip gölgem. Zamansız nece de bir an görünürsen yokken eş gölgem. Bir anlık geçmişe kayda belki de kaydarsam erken. Kayıtmağım üçün elvidalar etmedim. Sevgisiz nece fəsilə bürünüb gezecek bu garip gölgem. Zamansız nece de bir an görünürsen yokken eş gölgem. Bir anlık geçmişe kayda belki de kayıdarsan erken. Kayıtmağım üçün elvidalar etmedim.